Mən sizə Əli Kərimlinin hekayətini danışacağım. O indi həbsxanada saxlanılır. Uydurma ittihamlarla həbs edilib və uydurma ittihamlarla həbs edilən yeganə Azərbaycanlı da deyil. Orada həbsxanalarda yüzlərlə siyasi dustaqlar saxlanılır və onların hər birinin qovluqlarında saxta cinayət işləri haqqında hekayətlər yazılıb. Əli Kərimlinin hekayətləri isə bir qədər fərqlidir. O, Azərbaycanda müxalif düşüncənin təşkilatçı lideridir və Azərbaycan rejimi onu həbs etmək üçün düz 30 il və bir qədər də artıq aramsız cəhdlər göstərib, ittiham qovluqları yaradıb. Başlıca məqsəd ölkədə alternativ düşüncə ocağını və ocaqlarını tamamilə söndürməkdən ibarət olub. Yəni, Azərbaycandakı avtoritar rejim üçün Əli Kərimlinin təcrid edilməsi həyati məsələdir, həmişə də belə olub. Əli Kərimlini azadlıqdan məhrum etmək rejim üçün həyat təminatı deməkdir kimi anlaşılıb. İndi dinləyəcəyiniz bu hekayətləri isə Profesor Cəmil Həsənli yaxın tarixin arxivlərindən bircə fərqləndirərək tərtib edib, Azərbaycanlıların diqqətinə çatdırıb. Müxalif düşərgənin əsas təşkil edici faktoru olan Əli Kərimlini həbsxanaya aparan yol sadəcə bir dayanacaqdan ibarət deyil. Onlarla dəfə buna cəhd edilib, nəhayət diktatura özü üçün uyğun bildiyi bir siyasi situasiya taparaq 30 illik niyyətini gerçəkləşdirib. Hansı epizodlar var, hansı dramatik məqamlar var bu yolda, onları dinləyəcəksiniz. Bu, həm də Azərbaycanın yaxın tarixinin, müstəqillik tarixinin mübarizə anlarıdır. Dinləyin və dinlətdirin. Yaxın tarixin gedişindən həm də dirəniş dərsi alın. Əli Kərimlinin mübarizə həyatı öyrəniləsi, ibrət alınası, əxz ediləsi prosesdir. Hazırda saxta bir ittihamla həbs edilmiş Xalq Cəbhəsinin lideri Əli Kərimlinin Əliyevlər rejimi tərəfindən təqibinin ən azı 32 illik tarixi vardır. Onun haqqında ilk cinayət işi 1994-cü ilin sentyabr ayının 10-unda başlamışdı. O zaman Prezident Heydər Əliyevlə Rusiya rəhbərliyi arasında Rusiya ordusunun sülh məramlı adı altında Qarabağda yerləşdirilməsi məsələsi müzakirə edilirdi. Həmin vaxt Əli Kərimli AXC sədrinin müavini idi və sədr Əbülfəz Elçibəy Kələkidə olduğundan onun verdiyi səlahiyyət əsasında partiyanın fəaliyyətinə müavinlər kimi İbrahim İbrahimli və Əli Kərimli rəhbərlik edirdilər. Cəbhə hökumətinin qərarı ilə Azərbaycanda olan Rusiya qoşunlarının ölkədən çıxarılması 1993-cü ilin may ayının 25-də başa çatdırılmışdı. Bir il sonra Rusiya ordusunun sülhməramlı adı altında Azərbaycana qaytarılması haqqında müzakirələr aparılması cəmiyyətdə şok effekti yaratmışdı. Ona görə hakimiyyət razı olmasa da, Xalq Cəbhəsi 1994-cü il sentyabr ayının 10-unda Bakının mərkəzində Cəfər Cabbarlının heykəlinin qarşısında Rusiya ordusunun o zaman Ermənistanın işğalı altında olan Qarabağa sülh məramlı adı ilə yerləşdirilməsinə etiraz mitinqi təşkil etdi və minlərlə insan mitinqə qoşuldu. İndiki kimi xatırlayıram, tribuna olmadığı üçün mitingçilər Əli Kərimlini çiyinlərinə qaldırdılar və o, məhz insanların çiyinləri üzərində mitingçilərə müraciət etdi, mitingin qətnaməsini oxudu. Lakin mitingçilərin üzərinə polis maşınları sürülərək, rezin dəyənəklərdən istifadə edilərək etiraz aksiyası amansızcasına dağıdıldı. Amansızlıqla döyülənlər arasında Əli Kərimli də vardı. Biz Profesor Eldar İsmayılovla Dəmir yol vağzalının köhnə binası qarşısında dayanmışdıq. Polislər bizi binanın küncünə sıxıb Eldar müəllimi bərk döydülər. Kimsə yanımızda polislərə dedi ki, utanmırsınızmı, profesora əl qaldırırsınız. Meydanda əməlli başlı döyüşlər gedirdi. Çoxlu polis Əli Kərimlini əhatə edərək onu həbs edib Bakı şəhər baş polis idarəsinə apardı. Polis idarəsində maraqlı bir hadisə baş verdi. Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin rəhbəri Adil İsmayılov otağındakı seyfdən kağıza bükülü bir əl qumbarası çıxarıb qoydu stolun üstünə və Əli bəyə dedi ki,
bu qumbaranın sənin cibindən çıxdığını sübut edəcəm. Və bu bəyanatdan sonra Əli Kərimliyə qarşı Cinayət Məcəlləsinin qanunsuz silah saxlanılması maddəsi ilə cinayət işi açıldı. Ancaq polis işçilərinin ciddi cəhdlərinə baxmayaraq qumbaranı Əli Kərimlinin cibinə yerləşdirmək mümkün olmadı. Bu əməliyyat zamanı məlum oldu ki, Əli bəyin kostyumunun həm pencək ciblərinin, həm də şalvar ciblərinin ağzı tikişlidir. Bu şəraitdə indikindən fərqli olaraq polis o zaman zoraki və açıq saxtakarlığa getmədi. 2 həftə sonra Əli Kərimlinin barəsində olan saxta cinayət işi dayandırıldı və o həbsdən azad edildi. Lakin cinayət işinə xitam verilmədi və 1994-cü ilin sentyabr ayının 10-unda açılmış bu saxta cinayət işi bugünə qədər açıq saxlanılır. Avropa İnsan Haqları Məhkəməsinin qərarı olmasına baxmayaraq 20 ildir Əli Kərimliyə xarici pasport verilməməsi məhz bu saxta cinayət işi ilə əsaslandırılır. 2005-ci ilin noyabr ayının 6-sında Milli Məclisə seçkilər bütövlükdə əsəbi şəraitdə keçdi. Xalq Cəbhəsinin lideri Əli Kərimli və digər müxalif siyasi partiyaların yaratdığı Azadlıq bloku 58 dairədə qələbə qazandı. Blokun namizədləri böyük səs çoxluğu ilə seçkini uddular. Lakin seçki prosesinə nəzarət hakimiyyətin əlində olduğu üçün YAP hökuməti Azadlıq blokunun cəmi 6 deputat yerini etiraf etdi. Noyabrın 7-sində Azadlıq blokunun seçkilərin nəticələri ilə bağlı ilk bəyanatı yayıldı və orada seçki saxtakarlığı kütləvi xarakter aldığı üçün seçkilərin nəticələrinin ləğv olunması tələb edilirdi. 2005-ci il seçkilərinin rəsmi nəticələri elan edilmədən Xalq Cəbhəsinin sədri Əli Kərimli və Məclisin sədri Qulamseyin Əlibəyli, az sonra Liberal Partiyanın sədri Lalə Şövkət Hacıyeva mandatdan imtina etdilər. Düzdür, sonralar Avropa Məhkəməsi Əli bəyin qələbəsini təsbit etdi və hökumət ona cərimə ödəməli oldu. 2005-ci ilin noyabr ayının 26-sında Qələbə meydanında seçki saxtakarlığına qarşı böyük miting keçirildi. 10 minlərlə insanın iştirak etdiyi mitingdə Azadlıq blokuna üzv olan siyasi partiyaların sədrləri Əli Kərimli, İsa Qəmbər, Lalə Şövkət və Sərdar Cəlaloğlu çıxış etdi. Miting başa çatandan sonra Əli Kərimli meydana xitabən iştirakçıların oturaq aksiyaya hazır olub olmadıqlarını soruşdu və iştirakçıların hazırıq sədasından sonra oturaq aksiya qərarı verildiyini elan etdi. Bu elandan sonra Daxili İşlər Nazirliyinin daxili qoşunları meydana hücum etdi və aksiya qəddarlıqla dağıdıldı. Polisdən əlavə meydana çoxlu sayda idmançı dəstələri yeridilmişdi. Onlar etirazçıları xüsusi amansızlıqla döyürdülər. Lalə xanımı böyük çətinliklə meydandan çıxarmaq mümkün oldu. Xeyli sayda insan, o cümlədən uşaq və qadınlar da ağır bədən xəsarəti aldı. Xəsarət alanlar arasında oturaq aksiya qərarını elan edən Əli Kərimli də vardı. Bu aksiyaya rəhbərlik etmək hakimiyyətin Əli Kərimliyə qarşı düşmən münasibətini formalaşdırdı, onu Əliyev rejiminin əsas hədəfinə çevirdi. Bu münasibət 20 ildən çoxdur davam edir. Həmin hadisədən az sonra Əli Kərimliyə qarşı planlı şəkildə hazırlanmış xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq ittihamları irəli sürüldü. Həmin xarici dövlət isə Ermənistan idi və Milli Təhlükəsizlik Nazirliyi Tbilisidə yaşayan ermənilərlə əlaqəyə girərək transmilli bir əməliyyat hazırlamışdı. O zaman Xalq Cəbhəsinə yaxın Yeni Fikir Gənclər Təşkilatının sədri Ruslan Bəşirli Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin təşkil etdiyi saxta cinayət işi ilə həbs olundu. İttihama görə güya Əli Kərimli Ruslan Bəşirlini Gürcüstana göndərib ki, Ermənistan xüsusi xidmət orqanları ilə əlaqə yaratsın, onlardan pul alıb gətirib Əli Kərimliyə versin. Bu uydurma ittihamla Əli Kərimli istintaqa cəlb olundu və o baş prokurorluğun ağır cinayətlər idarəsində bu uydurma cinayət işi ilə bağlı dəfələrlə ifadə verməli oldu. Burada məqsəd Əli Kərimlini yalnız həbs etmək deyildi, həm də düşmənlə əməkdaşlıq ittihamı ilə onu bir dəfəlik siyasi səhnədən silmək idi. Lakin Ruslan Bəşirliyə amansız işgəncələr verilsə də, o Əli Kərimliyə qarşı
saxta ifadə vermədi. Hökumət mətbuatı onu Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham etsə də, heç bir sübut olmadan Əli Kərimlini həbs etmək mümkün olmadı. Amma Ruslan Bəşirli 7 il müddətinə azadlıqdan məhrum edildi və Yeni Fikir Gənclər Təşkilatının bir çox fəalları da bu saxta cinayət işi ilə bağlı həbs olundu. Lakin hələ dramatik və keşməkeşli hadisələr qarşıdaydı. Əli Kərimli növbəti dəfə 2011-ci ildə Ərəb Baharı günlərində ağır cinayətlərdə ittiham olundu. O zaman onun da rəhbərliyində olduğu İctimai Palata koalisiyası demokratik dəyişikliklər tələbi ilə Bakı şəhərində silsilə mitinqlər keçirirdi. Hakimiyyət həmin mitinqləri qəddarlıqla dağıdırdı. Mitinqin fəalları saxta cinayət işləri ilə həbs olunurdu. Məhz həmin dalğada Əli Kərimliyə qarşı ağır cinayət ittihamları irəli sürülürdü. Elə həmin günlərdə YAP Gənclər Komitəsinin rəhbərliyi onun yaşadığı binanın qarşısında ona qarşı təhqiramiz aksiyalar təşkil edirdi. Həmin aksiyaların fəalları Əli Kərimlini Ermənistan xüsusi xidmət orqanlarına işləməkdə və eyni zamanda radikal dindar terrorçu kimi ittiham edirdilər. Onlar bu məzmunda çıxışlar edir, şüarlar səsləndirir, plakatlar qaldırırdılar. Aksiyalar zamanı YAP fəalları Əli Kərimlinin saqqallı və çiynində avtomat Kalaşnikov olan kallaj edilmiş fotolarını nümayiş etdirirdilər. Həmin fotolar o zamanın mətbuat orqanlarında da dərc edilmişdi. Bütün siyasi fəaliyyəti dövründə dünyəvi dəyərləri üstün tutan və Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya olunmasını tələb etsə də, YAP Gənclər Komitəsi, hökumət mətbuatı və 56 ruzinamələr onu açıq-aşkar radikal İslam terrorçusu kimi cəmiyyətə təqdim edirdi. Əli Kərimliyə qarşı həmin aksiyalar şübhəsiz ki, İlham Əliyevin göstərişi və bilavasitə Ramiz Mehdiyevin təşkilatçılığı ilə həyata keçirilirdi. Aksiyalardan az sonra onun əsas təşkilatçısı YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Ramiz Mehdiyevin təqdimatı və İlham Əliyevin sərəncamı ilə Ağstafa rayonuna icra hakimiyyətinin başçısı təyin olundu. Digər bir təşkilatçı Niyaməddin Orduxanlı Mərkəzi Seçki Komissiyasına üzvlüyə irəli çəkildi. Daha bir neçə nəfər isə İlham Əliyev tərəfindən yüksək vəzifələrə təyin olundular. 2013-cü ildə Əli Kərimli növbəti dəfə ağır cinayətdə ittiham olundu. Jurnalist Pərviz Həşimli o zamanki Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olundu. Onda Milli Təhlükəsizlik Nazirliyinə Eldar Mahmudov rəhbərlik edirdi. Çox maraqlı haldır ki, o zaman Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edən Eldar Mahmudov keçmiş muavini, hazırki DTX rəisi Əli Nağıyevi də Əli Kərimli ilə birlikdə şərləmək əməliyyatı hazırlamışdı. Həyatın paradoksu ondadır ki, bugünkü DTX rəhbəri Əli Nağıyev də Əli Kərimliyə qarşı quraşdırılan cinayət işinin qurbanı ola bilərdi. Jurnalist Pərviz Həşimli məhkəmədə bildirdi ki, onu o zamanki MTN uşaqlarının oyuncaqları arasına qoyduqları silah, yəni tapança ittihamı ilə həbs etdikdən sonra məcbur ediblər ki, Əli Kərimliyə qarşı saxta ifadə versin. Pərviz Həşimliyə dəfələrlə işgəncə verilib ki, saxta ifadə versin ki, Azərbaycan Respublikasının baş prokuroru yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəis müavini vəzifəsində işləyən Əli Nağıyev və Azərbaycan Dəmir Yolları Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov güya Pərviz Həşimli vasitəsilə Əli Kərimlini maliyyələşdirirmişlər. Əgər jurnalist Pərviz Həşimli o zaman işgəncələrə dözməyib özünə, Əli Kərimliyə, Əli Nağıyevə və Cavid Qurbanova qarşı saxta ifadə versəydi, şübhəsiz ki, dövlət hakimiyyətini zorla devirmək ittihamı elə o zaman Əli Kərimliyə və digər iştirakçılara qarşı cinayət işi başlayacaqdı. Lakin Pərviz Həşimlinin dirənişi, dözümü və iradəsi hesabına bu baş vermədi. İndi isə tərsinə qeyd edilən hadisədə Əli Kərimlini dırnaqarası cinayət ortağı kimi şərlənməsinə cəhd göstərilən Əli Nağıyev şübhəsiz ki, İlham Əliyevin göstərişi ilə Əli Kərimlini 30 ilə yaxın Azərbaycanın idarəçiliyində ikinci adam olan Ramiz Mehdiyev ilə birlikdə və onun təşkilatçılığı ilə dövlət çevrilişində ittiham edir.
Görünən odur ki, bu ölkədə Əli Kərimlisiz dövlət çevrilişi ola bilməz. 2015-ci ildə Nardaran hadisələri baş verəndə siyasi hakimiyyət Əli Kərimlini radikal dindarlıqda ittiham etməyə başladı. Dövlət və əlaltı mətbuatın Bandaddeldə aparılan istintaqın versiyasına görə güya Müsəlman Birliyi Hərəkatının rəhbəri Talib Bağırzadəni Nardaranda terror hərəkətləri törətməyə Əli Kərimli və mən təhrik etmişik. Məsələn, Səs qəzeti 2015-ci ilin dekabr ayının 1-də Əli Kərimlinin Nardaran eşqi adlı böhtan yazısı dərc etmişdi. Az sonra isə yeni müsavat anons vermişdi ki, Milli Şura və AXCP Nardaran hadisələrinə dair istintaqa cəlb oluna bilər. Məhkəmə zamanı Talib Bağırzadə və Müsəlman Birliyi Hərəkatının rəhbərlərindən olan Abbas Hüseyn ifadə verdilər. Onlara dəfələrlə amansız işgəncələr verilmişdi ki, saxta ifadələr versinlər. Onları və digər dindarları polislərə qarşı zorakılığa, hadisə zamanı 2 polisi öldürməyə biz təhrik etmişik. Hətta güya onları silahla da biz təchiz etmişik. Halbuki Nardaran hadisələrinə qədər ümumiyyətlə biz Talib Bağırzadəni canlı həyatda görməmişdik. Amma Talib Bağırzadə və Abbas Hüseyn Bandaddelin dəhşətli işgəncələrinə dözdülər, özlərinə və bizə qarşı tələb olunan yalan ifadəni vermədilər. Əgər o zaman Talib Bağırzadə və Abbas Hüseyn işgəncələrə dözməyib Əli Kərimliyə qarşı saxta ifadə versəydilər, yəqin ki, konstitusiya quruluşunu zorla dəyişmək, hakimiyyəti zorla ələ almaq ittihamları ona qarşı məhz o zaman verilmiş olacaqdı və güya Xalq Cəbhəsinin sədri Əli Kərimli İrana bağlı Şiə radikal qruplaşması ilə birləşib ölkədə dövlət çevrilişinə cəhdə ittiham olunacaqdı. Bu yalan və böhtan hətta Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun Nardaran hadisələri ilə bağlı birgə açıqlamasında da öz əksini tapmışdı. Amma yalançının yaddaşı olmaz deyiblər. Azərbaycan hakimiyyəti Əli Kərimlini Nardaran işinin əsas rəhbəri, yəni ölkənin radikal şiələrinin lideri kimi təqdim və ittiham etməsindən cəmi 8 ay sonra 2016-cı ilin iyul-avqust aylarında İslamın sünni cərəyanına mənsub olan Fəthullah Gülen hərəkatının Bakıdakı nümayəndəsi elan etməyə başladı. Ölkənin baş prokuroru bununla bağlı mətbuata rəsmi açıqlama da verdi. Nə qədər gülməli olsa da Əli Kərimlinin köməkçisi Faiq Əmirli FETÖ-çü Fəthullah Gülen hərəkatının imamı kimi həbs olundu. Halbuki Faiq Əmirli hər hansı dini cərəyanlardan çox uzaq dünyəvi həyat tərzi ilə tanınan bir şəxsdir. Əli Kərimlinin evinə Ramiz Mehdiyevin şanlı məktubunun qoyulduğu kimi o zaman Bandaddel əməkdaşları da Faiq Əmirlini həbs edərkən və onun FETÖ-çü olduğunu sübut etmək üçün maşınının yük yerinə Fəthullah Gülenin kitablarını qoymuşdular. Həmin kitabların redaktoru və ön sözünün müəllifi isə Əli Kərimlini FETÖ-çülərlə əlbir olmaqda ittiham edən Baş prokuror Zakir Qaralovun doğmaca əmisi Yapon Siyasi Şurasının üzvü Zahid Qaralovuydu. Bu qədər gülməli bir mənzərə idi. Lakin iş Faiq Əmirli ilə qurtarmadı. Məsələyə mütəşəkkil xarakter vermək üçün Faiq bəy ilə bərabər AXCP Gənclər Komitəsinin fəalı Fuad Əhmədli də Gülənçi kimi həbs olundu. Onun da güya evindən Fəthullah Gülenin YAP rəsmisi Zahid Qaralov tərəfindən nəşr edilən kitabları çıxarılmışdı. Fuad Əhmədli nəinki hər hansı dini cərəyanlarla bağlı deyildi. Tam əksinə liberal dünya görüşü ilə tanınan bir gəncdir. Məqsəd bu dəfə Əli Kərimlini süni şəkildə saxta yolla FETÖ terror təşkilatına bağlamaq idi. Dövlət və əlaltı mətbuat onu Gülənçilərin Azərbaycandakı nümayəndəsi olması haqqında palaz-palaz yazılar verirdi. Amma hamı bilirdi ki, Gülənçilik Azərbaycanda dövlətin içinə girmişdi. Prezident aparatında və Milli Məclisdə xeyli rəsmilər Gülənçiliklə iç-içə idi. Gülen təhsil şəbəkəsinin Azərbaycanda fəaliyyətinə, onlar üçün geniş imkanlar yaradılmasına, Gülen Universiteti üçün 40 hektarlıq bir sahə ayrılmasına, müxalifətə qarşı ideoloji mübarizə aparan Xəzər TV-nin onların ideoloji xidmətinə verilməsinə Əli Kərimli yox,
dövlət və hökumət rəsmiləri sərəncam vermişdi. Hətta İlham Əliyevə dəstək üçün Amerika senator və konqres üzvlərini də 2013-cü ilin prezident seçkiləri ərəfəsində SOCAR-ın gizli maliyyəsi ilə Azərbaycana məhz Gülənçilər gətirmişdi. Az sonra FETÖ'çülük ifşa olunanda bu missiyanın təşkilatçısı Kemal Öksüz Ermənistanda həbs edilib Amerikaya aparılmışdı və məlum olanda ki, Amerikada Gülənçilərin şəbəkəsinin əsas figurlarından biri kimi FETÖ imamı Kemal Öksüz onları alladıb, Amerika senatorları və konqres üzvlərini SOCAR-ın gizli maliyyəsi ilə Azərbaycana aparıb, aləm dəydi bir-birinə. Dərhal konqresin etika komissiyası Bakıya səyahət etmiş qanunvericiləri sorğulamağa başlamışdı və səfərdə iştirak edən şəxslər Bakıda onlara verilmiş qiymətli hədiyyələri aparıb Vaşinqtondakı Azərbaycan səfirliyinə qaytarmalı olmuşdular. Əli Kərimlini FETÖ'çü kimi tutmaq istəyənlər bu qədər rüsvayçı bir mənzərə yaratmışdı. Bu qədər fakt ortada olduğu halda Bandadildə Əli Kərimlinin köməkçisi Faiq Əmirli və cəbhəçi gənc Fuad Əhmədlidən işgəncə hesabına etiraf edici ifadələr almağa və Əli Kərimlini FETÖ'nün Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi kimi tanıdıqlarını deməyə məcbur edirdilər. Lakin amansız işgəncə hesabına belə Əliyev rejimi FETÖ'çü ittihamını Əli Kərimliyə yamıya bilmədi. Əvvəla Faiq Əmirlini həbs edən əməliyyatçılar onu şərləyən zaman ciddi səhv etmişdilər. Bayaq qeyd etdiyimiz kimi Faiq Əmirlinin maşınının yük yerinə əşyai dəlil olaraq atılmış Fəthullah Gülənin müqəddəs kitablarının redaktoru, o zamanki baş prokuror Zakir Qaralovun əmisi, YAP-ın rəhbərliyində təmsil olunan Milli Məclisin Ərazi İdarəetmə Orqanları Komitəsinin sədri məşhur yapçı deputat Zahid Qaralov idi. Cəmiyyət haqlı olaraq sual edirdi. Fəthullah Gülənin kitabının kiminsə maşınının yük yerindən çıxması avtomatik olaraq həmin şəxsin FETÖ'çü imam olduğunu sübut edirsə, bəs həmin kitabları tərcümə və nəşr etdirmək, onun redaktoru olmaq, ona ön söz yazmaq hansı cinayət tərkibini yaradır? Hökumət məhz belə bir ifşa olunmuş işlə o zaman Əli Kərimli həbs etməyə tərəddüd etdi, ona qarşı ittihamları yarımçıq saxlamalı oldu. Lakin Faiq Əmirli də, Fuad Əhmədli də bu saxta və qurama ittihamla həbs olundular, 3-4 il siyasi məhbus həyatı yaşamalı oldular. Əli Kərimliyə qarşı FETÖ'çü ittihamının rəsmən irəli sürülmədən yarımçıq saxlanmasının bir səbəbi də o olmuşdur ki, Türkiyə hakimiyyəti Əli Kərimlini FETÖ nümayəndəsi kimi tanımaqdan imtina etmişdi. Azadlığın direktoru Faiq Əmirlini həbs etdilər. Səbəb Fəthullah Gülənin kitabını maşınının yük yerində gəzdirirmiş. Yaxşı ki, maşının yük yerindəymiş. Bəziləri bu kitabları ürəyinin başında gəzdirirmişlər və əgər Faiqin də maşınının yük yerində yox, evində, kitab rəfində olsaydı, o zaman yəqin ki, onu dərhal gedər-gəlməzə yollayardılar. Zavallı hüquq nə deyir bu məsələyə? Bu məsələ ilə bağlı diqqətini çəkən ilk açıqlama sayğılı vəkil Bəhruz Bayramovun dedikləri oldu. Hesab edirəm ki, Faiq Əmirlinin həbsi tam qanunsuzdur. Əvvəla ona diqqəti çəkək ki, cinayət işi xaricdə başlanılıb. Xaricdə başlanan cinayət işi əsasında Azərbaycan vətəndaşlarının həbs olunması üçün çox ciddi əsaslar lazımdır. Məsələn, Türkiyə hüquq mühafizə orqanları cinayətdə iştirakçı olan şəxslərin adlarını, cinayət iştirakçısı olmalarını əsaslandıran konkret dəlilləri Azərbaycan tərəfə təqdim etdikdən sonra Azərbaycan tərəfi hüquqi addımlar ata bilər. Faktiki belə bir hal yoxdur. Faiq Əmirlinin məhz bu ittihamla saxlanılması tam qanunsuzdur. İkinci tərəfdən, əgər Azərbaycan hakimiyyəti hesab edirsə ki, Fəthullah Gülənə yaxın, onun kitablarını oxuyan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. O zaman Milli Məclis qərar qəbul edib Fəthullah Güləni terrorçu şəxs, təşkilatını isə terrorçu təşkilat kimi tanımalıdır. Azərbaycan hakimiyyəti mövcud konstitusiyaya, cinayət məcəlləsinə və qəbul olunmuş normativ hüquqi aktlara hörmətlə yanaşmalıdır. İnsanları belə gülünc ittihamla həm də heç bir araşdırma, dəlil olmadan həbs etmək biabırçılıqdır. Qısa, lakanik, hüquqi baxımdan ən samballı şəkildə təsbit edilmiş, əsaslandırılmış fikirlərdir və düşünürəm ki, digər hüquqşünaslar da bu məsələ ilə bağlı yeni argumentlər əlavə edəcəklər.
Niyə bəri başdan vəkilin açıqlamasını xatırladıram? Çünki prezidentlər teoriyasına görə az sonra adını çəkəcəyim başqalarına da hüquq normalarını aid etdiyimi vurğulamaq istəyirəm. Yəni, Fəthullah Gülənə münasibətinə görə Azərbaycanda kimlərinsə istintaqa çəkilməsi üçün hökumət heç bir normativ hüquqi baza yaratmayıb. Buna görə də hətta həqiqətə heç bir yaxınlığı olmasa da, tamamilə şər olduğunu gerçəkdən bilsəm də, ehtimal edək ki, Faiq Əmirlinin maşınının bagajında Fəthullah Gülənin kitabları olub. Təkrar edirəm, avtomobilinin yük yerində. Bu kitabı küçədə uca səslə oxumayıb, onu başqalarına təklif etməyib, təbliğatı ilə məşğul olmayıb. Sadəcə avtomobilinin yük yerinə atıb və o kitablar da orada qalıb. Bir daha təkrar edirəm ki, Faiq Əmirlinin avtomobilin yük yerində Fəthullah Gülənin hər hansı kitabı ola bilməzdi və bu qupquru böhtandır. Abbas bəy ağ maşın qayıtdı, bagajın qarşısı qoydu, çıxdı getdi. Yaxşı, bəs Faiq bu kitabı hardan ala bilərdi? Ümumiyyətlə, indi Azərbaycanda Fəthullah Gülənin kitablarını əldə etmək bu qədərmi çətindir, mümkünsüzdür ki, onu hətta kriminallaşdırmaq da mümkün olsun. Vəkilə tövsiyə edirəm ki, həmin kitabın da nə zaman və harada dərc edildiyinə baxsın və yəqin ki, artıq bu sənədləşdirilib. Yəni, Faiq Əmirliyə qarşı ittihamın ilkin eskizində qeyd edilib ki, onun maşınının yük yerində tapılan kitabların adı nə idi, nə zaman və harada hansı nəşriyyatda nəşr edilib. Tərtibçisi və ya redaktoru kimdir, tərcüməsi kimə məxsusdur və s. Kitabxanaçılıq işindən biraz başım çıxır. Vəkilin dediyinə görə bu kitablardan ikisi Azərbaycan dilində idi və deməli onlar Azərbaycanda nəşr edilib. Həmin nəşriyyatın sahibləri məsuliyyətə cəlb edilibmi? Azərbaycanda Fəthullah Gülənin kitablarını oxumaq qadağan edilibmi və hansı tarixdən etibarən qadağan edilib? Bunlar ümumi suallardır. İttihamı Respublika Prokurorluğunun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi irəli sürüb və yəqin ki, istintaqı da onlar aparacaqlar. Bu idarənin hörmətli müstəntiqlərinə az əvvəl xatırlatdığım suallarla yanaşı bəzi məlumatları da verməyi özümə borc bilirəm. Bu məlumatlar Faiq Əmirlinin üzərinə qoyulan cinayət işinin açılmasına yardım edər. Birinci məlumat bundan ibarətdir ki, Fəthullah Gülənin Faiq Əmirlinin avtomobilinin yük yerinə qoyulan kitablarının redaktoru cənab baş prokuror Zakir Qaralovun doğmaca əmisi mərhum Zahid Qaralovdur. Doğrudur, Zahid Qaralovun əməllərinə görə Zakir Qaralov məsuliyyət daşımır, amma mərhum Zahid Qaralovun əməllərinə görə Faiq Əmirli niyə məsuliyyət daşımalıdır ki? Şaşırmayın, Faiq Əmirlinin avtomobilinin yük yerindən tapılan Fəthullahnamələrin redaktoru baş prokurorun əmisi Zahid Qaralovdur. Kitabın adı Mədəniyyətlər dialoqu, Gülənin İslam təlimi və humanizm anlayışıdır. Kitabın müəllifi Karol adlı ingilisdir. Onu ingilis dilindən Abdullah adlı cənab tərcümə edib və elmi redaktoru da mərhum Zahid Qaralovdur. Bu kitab 2011-ci ildə Bakı şəhərində dərc edilib, 156 səhifədir. Kitab hal-hazırda Axundov adına Milli Kitabxananın açıq fondunda var və istənilən oxucu onu istənilən zaman sifariş verib, götürüb oxuya bilər. İnsaf edin, Faiq Əmirlinin avtomobilinin yük yeri mi daha ictimai yerdir, yoxsa Axundov adına Milli Kitabxananın oxu zalı və ya kitab fondu? Axundov adına kitabxananın fondunda Fəthullah Gülənin xalqa açıq olan digər kitablarının da surətlərini sizə təqdim edirəm. Etiraf etməliyəm ki, bu biri kitabların baş prokurorun ailə üzvlərinə dəxli yoxdur və onların heç birinin heç bir yerində Qaralov soyadı yazılmayıb. Kitablardan əlavə, hal-hazırda ölkənin bütün mərkəzi sayılacaq kitabxanaların aktiv fondlarında Fəthullah Gülən, Səid Nursi, nurçuluq, gülənçilik məsələləri ilə bağlı çoxlu sayda kitablar, broşürlər, məqalələr var və onların heç biri fondlardan çıxarılmayıb. Çünki belə bir qanun qəbul edilməyib. Çünki belə bir direktiv də olmayıb. Olmalıydı mı? Cəhənnəmə və cora olmalıydı və ya olmamalıydı. Bunun mənə heç bir dəxli yoxdur. Amma bütün hallarda bu ehtimala da baxaq. 2014-cü ilin yayında da bu Gülən söhbətləri ortalığa düşmüşdü. Amma yüngülvarı.
Gülənin üstündə ilk gizlampaç oyunu o zaman oynanılırdı. Amma 2014-cü ilin xəbərlərində təsdiq edilirdi ki, Azərbaycanda 1500-dən çox dini ədəbiyyat ekspertizadan keçirilib, onlardan 59-nun üzərində qadağa qoyulub. Yasaq edilən 59 müəllifdən və kitabdan heç biri nə Fəthullahçılığa aid olan kitablar idi, nə də Fəthullah Gülen qadağan edilən dini ədəbiyyat müəlliflərindən biri idi. Həmin məqalə ilə bağlı dini qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli Modern Az saytına müsahibə verərək demişdi. Ümumiyyətlə qadağan olunmuş ədəbiyyat siyahısı adlı anlayış yoxdur. Sadəcə olaraq ölkəyə idxalı məqsədə uyğun hesab edilməyən ədəbiyyatlar mövcuddur ki, onların qanunvericiliyə uyğun olaraq yayılmasına icazə verilmir. Vəssalam, 2014-cü ilin həmin o birinci Gülen dalğasından sonra dini komitə və ya hər hansı başqa dövlət qurumu hər hansı müəllifi və ya kitabı qadağan edən direktiv qərarlar çıxarmayıb. Faiq Əmirlinin avtomobilinin yük yerinə əməliyyatçıların yerləşdirdiyi kitablar da qadağan edilən dini ədəbiyyat siyahısında yoxdur. Bu prosesdə İlham Əliyevin təbliğat generalları da Faiqin tərəfinə keçəcəklərmi? Faiq Əmirlinin maşınının yük yerinə əşya-i dəlil kimi atılan ikinci kitab Fəthullah Gülenlə 11 gün adlanır. Bu kitabın təqdimatını oxuyanlar onun hər hansı kriminalla bağlı olmadığını qətiləşdirib, kitabın özünü iştaha ilə vərəqləyə bilərlər. Təəssüf edirəm ki, Faiq Əmirlinin mütaliə həvəsi olmayıb və olsa belə Fəthullah Güleni oxuyacaq qədər səbr yiyəsi deyil. Amma Azərbaycanın mötəbər adamlarının adının çəkildiyi bu kitabı bir başqasının maşınının yük yerinə şantaj vasitəsi kimi atmaq əbləhlikdir. Fəthullah Gülenlə 11 gün adlı kitabın ön sözündə belə yazılır. Mən dəfələrlə Dialoq Avrasiya forumunun tədbirlərinin iştirakçısı olmuşam. Foruma Çingiz Aytmatov, Anar, İlber Oltaylı, Rostislav Rыбakov kimi şəxslər sədrlik ediblər. Tədbirlərə Avrasiyanın 40 ölkəsindən yüzlərlə intellektual qatılıb. Elə Azərbaycandan da fəal ziyalıların əksəriyyəti bu toplantılarda iştirak edib. Bir dəfə də olsun bu tədbirlərdə hansısa adın, hansısa şəxsin təbliğatının aparılması halıyla üzləşməmişəm. Əgər qısa müddətdə dünyanın 100-dən çox ölkəsində məktəblər açıb Türk dilini dünya dilinə çevirməkdirsə nurçuluq, mən bu nurçuluğu alqışlayıram. Əgər Avrasiyanın 40-dan artıq ölkəsində ziyalıları bir yerə toplayıb günümüzün problemlərini müzakirə etməkdirsə nurçuluq, mən bu nurçuluğu bəyənirəm. Hüseyin Dinləməz Xəzər TV-nin rəhbəridir. Həyatımda gördüyüm ən dürüst, ən saf, səviyyəli, tərbiyəli insanlardan biridir. Əgər nurçu Hüseyin Dinləməzdirsə, mən onun tərəfindəyəm. Qaldı Rəcəb Tayyip Ərdoğana və Türkiyədəki siyasi davalara, hələ bu proseslərin ilkin mərhələsində Anar müəllimin bir nigarançılığının şahid oldum. Dedi ki, qorxuram məsələ böyüyə, bu universitetləri, məktəbləri bağlayalar. Heyifdir. Düzü, mən vəziyyətin bu hal alacağını təsəvvür eləmirdim. Görünür, yaş, təcrübə insanın intuisiyasını daha da gücləndirir. Xarizmatik lider saydığım, natiqliyinə və siyasi gedişlərinə heyran olduğum, hətta xeyli müddət tərəfini tutduğum Tayyip bəy son bir ildir səhv buraxa-buraxa gedir. Faiq Əmirlinin maşınının bagajına basılmış bu kitabın ön sözünün təqdim edilən, parçalarla təqdim edilən müəllifi sayğılı Rəşad Məciddir. 525-ci qəzetin dəyərli baş redaktoru və Azərbaycan hakimiyyətinin ideoloji təbliğat ordusunun generallarından biri. Bu məsələlərin Faiqə dəxli varmı? Əlbəttə yoxdur. Amma inanıram ki, bugün Faiq Əmirliyə və başqa gənclərə qarşı şantaj vasitəsi kimi ortalığa atılan bu nurçuluqla fəxr edən ziyalılar bu prosesə etiraz edəcək qədər cəsarət və təqva sahibləridir. Siz də inanırsınızmı? Yoxsa siz də mənim kimi hesab edirsinizmi ki, bu adamlar yazdıqlarını heç kimin oxumadığını bildiklərinə görə yazılarında bir cür, gerçəkdə isə başqa cür ideyalara yüklənmiş olurlar. Bütün hallarda bu işlərin Faiq Əmirliyə dəxli yoxdur. Əgər bu kitablar və ya Fəthullah Gülen adlı müəllif Azərbaycan ərazisində qadağan edilsəydi, o zaman hakimiyyətə yaxın olan saytlar bu müəllifə məxsus və ya aid olan kitabların təbliği ilə, satışı ilə məşğul olmazdılar.
Məsələn, mən bilirəm ki, Alo Kitab Az adlı sayt konkret olaraq Sokara yaxın olan bir çevrənin layihəsidir. Açığı, Sokara yaxın olduğunu da bu yaxınlarda təsadüfən bildim. Hərçənd əvvəllər elə deyildilər. Bu yaxınlıq da sonradan baş verib. Yəni, hakimiyyətə yaxın olan bir çevrənin yaratdığı Alo Kitab Az adlı bir sayt var. Həmin sayt Azərbaycanda geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabların onlayn satışını həyata keçirir. Bu saytda Fəthullah Gülənin özünün kitabları və ya onun haqqında yazılan kitablar rahatca satılır. Mən Faiq Əmirli həbs edilən gün həmin sayta daxil oldum və Fəthullah Gülənin Ölümdən sonraki həyat adlı kitabını aldım. Nəzərinizə çatdırıram ki, Fəthullah Gülənin ölümündən sonra nə iş görəcəyi də məni maraqlandırmır və həmin kitabı Faiq Əmirliyə tikilən torbanın deşiklərini göstərmək üçün aldım. Yəqin 1-2 günə qeyd etdiyim ünvana yetirərlər. Mən bu saytın Gülənçi filançı olduğunu iddia etmirəm. Orada Fəthullah Güləni terrorçuluqda ittiham edən Terrorun Gülən Üzü adlı kitab da satılır. Amma axı terrorun Gülən Üzünü məsumanə şəkildə vəsf edən həmin kitablar da satılır ki, o kitabların redaktorları, naşirləri, müəllifləri arasında baş prokurorun ailə üzvləri kimi hörmətli isimlər dayanır. Yəni, Bəhruz Bayramov tamamilə düz buyurur. Bu kitablar qadağan edilməyib. Niyə qadağan edilmədiyini isə görünür, Faiq Əmirlidən soruşmaq üçün onu götürüb aparıblar İstintaq Təcridxanasına. Ya da Fəthullah Gülənə aid olan kitabların qadağan edilməməsinə görə məsuliyyəti Faiq Əmirli daşımalıdır. Başqa cür düşünə bilirsinizmi? Ancaq siyasi təqiblər səngimək bilmədi. Hökumət Əli Kərimliyə münasibətdə Böyük Üzeyir bəyin o olmasın, bu olsun prinsipi ilə hərəkət edirdi. 2016-cı ildə Əli Kərimliyə qarşı başqa bir xəyanət ittihamı da irəli sürüldü. Həmin ildə YAP və xüsusi xidmət orqanları onun evinin qarşısında aksiyalar keçirdib, onu təhqir edirdilər. 2011-ci ildə olduğundan fərqli olaraq bu dəfə onu artıq radikal dindar olmaqda deyil, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə, ermənipərəstlikdə, Azərbaycanın əleyhinə olmaqda ittiham edirdilər. YAP və xüsusi xidmət orqanlarının Əli Kərimlinin evinin qarşısında keçirdikləri etiraz aksiyaları həmin vaxt təqribən bir həftə davam etmişdi və yalnız ABŞ səfirliyindən gələn qınaq açıqlamalarından sonra dayandırılmışdı. Bu qınaq 2016-cı ilin aprel ayında mətbuatda da dərc edilmişdi. Maraqlıdır ki, hakim partiyanın Əli Kərimlinin evinin qarşısında təşkil etdiyi bu dəfəki aksiyalarda ondan Azərbaycanı tərk etmək tələb olunurdu. Hakimiyyətin və hakim partiyanın səfərbər etdiyi etirazçılar bildirirdilər ki, Əli Kərimli Ermənistana işlədiyi üçün Azərbaycanda yaşamaq haqqını itirmişdir. İşin gülməli tərəfi ondaydı ki, hakimiyyət 2006-cı ildən onun xarici səfərlərinə qadağa qoymuşdu. Yəni, bir tərəfdən YAP fəalları ondan ölkəni tərk etmək tələb edirdilər, digər tərəfdən isə hakimiyyət 1994-cü ildə açılmış saxta bir cinayət işinə istinad edərək Əli Kərimliyə pasport verməkdən imtina edir və onun ölkəni tərk etməsinə qadağa qoyurdu. 2012-ci ildə Azərbaycanda Avrovision mahnı müsabiqəsi keçirilirdi. Bu müsabiqə ilə bağlı Əli Kərimliyə qarşı da yeni oyun qurulurdu. Elə həmin hadisələr zəminində o, Bakı Baş Polis İdarəsində istintaqa cəlb olundu. Bu zaman ölkədə xeyli sayda siyasi məhbus var idi. Bununla bağlı Xalq Cəbhəsi digər demokratik təsisatlar Avroviziya müsabiqəsi təşkilat komitəsinə müraciətlər etdi ki, Avroviziya keçirildiyi ölkədə bu qədər siyasi məhbus ola bilməz. Onlar istəyirdilər ki, Avropa dövlətləri və strukturları Avroviziya mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycandan siyasi məhbusları azad etməyi tələb etsin. Avroviziya keçirilən günlərdə Bakıdakı beynəlxalq mətbuatın diqqətini siyasi məhbus probleminə cəlb etmək üçün şəhərin dəniz kənarı bulvar ərazisində aksiya keçirilmişdi. Aksiya hakimiyyəti çox hiddətləndirmişdi. Gecə saat 2-də 7-8 nəfər mülki geyimli şəxs Əli Kərimlinin evinə basqın etdilər. Lakin o qapını açmadı və AXCP üzvlərinə evinə basqın edildiyi barədə xəbər verdi. Basqınçılar qapını möhkəm təpikləyir və onu sındıracaqları ilə hədələyirdilər. Tezliklə cəbhəçilər Əli Kərimlinin yaşadığı binanın qarşısına toplaşdılar.
Yalnız cəbhəçilərin toplaşdığını və evə basqın edilməsinin sosial şəbəkələrdə artıq ciddi rezonans yarattığını gördükdən sonra basqınçılar özlərini təqdim etdilər və bildirdilər ki, onlar Bakı Baş Polis İdarəsinin əməkdaşlarıdır və onu idarəyə aparmalıdırlar. Əli Kərimli isə bildirdi ki, gecə saat 2-də qapını açmaq və idarəyə getmək fikri yoxdur. Lakin səhər bir nəfər polis əməkdaşı ona baş idarədən rəsmi çağırış gətirsə, o özü Bakı Baş Polis İdarəsinə gələr. Bundan sonra əməliyyatçılar binanı tərk etdilər və səhər Əli Kərimliyə rəsmi çağırış gətirdilər. O da rəsmi çağırış əsasında idarəyə getdi. ATƏT-in Bakı ofisinin əməkdaşları və o zaman hələ mövcud olan müstəqil mətbuat Əli Kərimli Baş Polis İdarəsinə qədər müşayiət etdi. İdarədə Bakı şəhər prokurorunun müavininin rəhbərliyi ilə istintaq qrupu onu uzun müddət sonra sual etdi. O, bu dəfə də ictimai qaydanı kobud şəkildə pozmaqla ittiham olunurdu. Ancaq Avropa elitasının Bakıda olduğu günlərdə onun həbsi ciddi beynəlxalq rezonans yaratmışdı. Hətta Avrovision mahnı müsabiqəsinə görə Bakıya gəlmiş bəzi Avropa Parlamenti deputatları onun evinə gəlmişdilər. Onların Əli Kərimlinin evinə gəlməsi haqqında məlumatlar bir sıra mətbuat orqanlarında da dərc edilmişdi. Bütün bunları nəzərə alaraq hakimiyyət bu dəfə də onu uzun müddətli həbsə göndərmək fikrindən son anda daşındı. Ancaq əlbəttə ki, müvəqqəti. Əli Kərimlinin evinin qarşısında YAP fəalları və MTN DTX könüllülərinin aksiyaları bir nəticə vermədikdə 2017-ci ildə ona qarşı təqib və qaralama kampaniyasının forma və metodları dəyişdi. Həmin vaxt hakimiyyətə yaxınlığı ilə fərqlənən Eynullah Fətullayevin Haqqın Az saytında stilsilə yazılar dərc olunurdu. Orada göstərilirdi ki, bir sıra qərb fondları Azərbaycanda Əli Kərimlinin rəhbərliyi altında rəngli inqilab etməyi planlayır. Rəngli inqilabı maliyyələşdirmək üçün güya ABŞ və Avropa fondları pulları Gürcüstana köçürürlər. Sonra da güya Əli Kərimliyə yaxın olan ictimai siyasi şəxslər Tbilisiyə gedib həmin pulları nağdlaşdıraraq ona gətirirlər. 2017-ci ilin may ayının 30-da Haqqın Az saytı Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının sınıq körpüdə saxlanması və güya üzərindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istədiyi $12.000 aşkarlanmışdı. Sayt yazırdı ki, 2015-ci ildən başlayaraq Gözəl Bayramlı Tbilisiyə 40 dəfədən çox gedib gəlib. Halbuki Gözəl xanım səhhətində yaranmış problemlər səbəbindən daha ucuz müalicə almaq üçün Tbilisiyə gedib gəlirdi. 2017-ci ilin iyun ayının 3-də Eynullah Fətullayev bütün izlər Əli Kərimliyə doğru gedir adlı geniş bir yazı yazmışdı. Jurnalist Əfqan Muxtarlını Tbilisi Yeraltı Təşkilatının əsas fiquru adlandıran Fətullayev yazırdı. Gözəl Bayramlı partiyanı və inqilabı gizli ümumi fonddan pulla təmin edən etibarlı elçi rolunu yerinə yetirib. Mən həmişə özümə sual vermişəm. Məhsul meydanında keçirilən hər bir miting Kərimli üçün xeyli vəsait tələb edir. Bəs bu pullar hardan gəlir? Müxalifətçilərin bank hesabları yoxdur, grantlar da yoxdur. Sahibkarın özünü qoruma instinkti isə onların Kərimli tərəfə üst tutmasına imkan vermir. Vergi orqanları qəfil basqın edər və mütləq vergi yayınması faktı tapar. Kərimlinin özü də Gözəl Bayramlı və onun kimilər də son 20 ilini həyatlarını inqilabi işə həsr etmiş, işləməyənlər sırasında görünürlər. Bəs onda mitinglər, qəzetlər və vərəqələr üçün pullar hardan gəlir? İnqilabı kim maliyyələşdirir? Eynullah Fətullayev qoyduğu ritorik suala belə cavab verirdi. Mən bu barədə artıq bir vaxtlar yazmışdım, amma Bakıda olmuş keçmiş ABŞ səfirlərindən birinin xatirələrini yenidən xatırlatmaq artıq olmaz. Polşada Solidarność hərəkatının fəaliyyəti dövründə Wojciech Jaruzelskinin hakimiyyəti illərində həmin Amerikalı diplomat ABŞ-ın Varşavadakı səfirliyində çalışırdı. Onun söylədiklərinə görə soyuq müharibə dövründə Polşalı müxalifətçilərə pullar birbaşa səfirliklərdə nağd şəkildə verilirdi. Lakin keçmiş səfirin etirafına görə sonradan
Amerikalı və ümumilikdə qərb diplomatları, yeri gəlmişkən Rus diplomatları da inqilabların nağd pullarla dolu çamadanlar vasitəsilə maliyyələşdirilməsi praktikasından imtina etdilər. Çünki informasiya texnologiyalarının mükəmməlləşdiyi bir dövrdə ifşa riski həddən artıq böyükdür. Gizli polis istənilən divarı aşa bilir. Beləliklə, Kərimlinin partiyası inqilabın maliyyələşdirilməsi üçün ən təhlükəsiz, əsrlərlə sınaqdan çıxmış üsulu nağd pul və etibarlı şəxslərin əli ilə ötürülmə metodunu seçdi. Bu missiyanı da Gözəl Bayramlı həyata keçirirdi və o, günlərin bir günü hər yerə nüfuz edən gizli polisin əlinə keçdi. Gözəl Bayramlının həbsindən sonra bu missiya başqa bir konspiratora, Əfqan Muxtarlıya tapşırıldı. İstintaq isə konspirativ dağıdıcı əsaslar üzərində qurulmuş yeni inqilabi siyasi konstruksiyada Əli Kərimlinin özünün məsuliyyət dərəcəsini və ölçüsünü müəyyən etməlidir. Axı, Bakıya iri məbləğdə nağd pul daxil olurdu. Nə üçün? Kimə? Çünki bütün izlər Əli Kərimliyə aparır. Haqqın Az saytının bələdçiliyi ilə həmin vaxt Əli Kərimli Gözəl Bayramlıya açılmış saxta cinayət işi ilə bağlı istintaqa cəlb olundu. Əməliyyat belə qurulmuşdu ki, güya Gözəl Bayramlı qaçaqmalçılıq yolu ilə qərb fondlarından ayırdığı pulları Əli Kərimliyə gətirir. Bu, cəfəngiyyatla bağlı Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsində dindirilirdi. Bu istintaqın davam etdiyi günlərdə müstəqil jurnalist Əfqan Muxtarlı da Gürcüstandan uğurlanaraq Azərbaycana gətirildi. Çox əli açıqlıq edib onun cibinə 10.000 avro qoymuşdular. Əfqan bəyə qarşı saxta ittiham irəli sürülmüşdü ki, güya o, qaçaqmalçılıq yolu ilə ölkəyə 10.000 avro gətirilmiş və həmin pullar Qərbin sifariş etdiyi narıncı inqilabın maliyyələşdirilməsi üçün Əli Kərimliyə çatdırılmalıymış. Eynullah Fətullayevin fantaziyası çox geniş idi. Onun təbirincə, Gürcüstandan Əli Kərimliyə pul daşıyan kuryerlərin sırasında daha 8-10 nəfər vardı. Belə planlaşdırılırdı ki, qərb fondlarının pullarını Əli Kərimliyə daşıyan kuryerlər dəstəsi hamılıqla həbs edildikdən sonra Kərimliyə qarşı da ittiham irəli sürsünlər. Lakin bu dəfə də əməliyyatçıların kobud səhvi MTN-in qərb fondlarının Əli Kərimlinin liderliyi ilə rəngli inqilab törətmək ssenarisi ifşa olundu və əməliyyat yarımçıq dayandırıldı. Əfqan Muxtarlının həbsindən sonra məlum oldu ki, Azərbaycanın sərhəd xidmətinin sənədləşdirdiyi kimi Əfqan Muxtarlı cibində 10.000 avro bəyan olunmamış pulla özü Azərbaycana gələrkən həbs olunmayıb. Azərbaycan və Gürcüstanın güc strukturları birgə əməliyyatla Əfqan Muxtarlını Tbilisidən uğurlayıb Azərbaycana gətiriblər. Əfqan Muxtarlının bu şəkildə uğurlanmasına beynəlxalq reaksiya çox sərt oldu. Hətta Avropa Parlamenti bu barədə xüsusi qətnamə də qəbul etdi. Hakimiyyət məcbur olub, qərb fondlarının pulları ilə güya Əli Kərimli narıncı inqilab hazırlayacaq barədə ittihamı yarımçıq saxladı. Düzdür, bu saxta ittihamla Gözəl Bayramlı 3 il müddətinə və Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edildi. Bu həbs hətta Gözəl Bayramlının faktiki olaraq həyatına son qoydu. Gözəl Bayramlı azad ediləndən sonra Almaniyada 3 ay müalicə olunmasına baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı. O, həbsxanada tutulduğu xərçəng xəstəliyinin nəticəsində həbsdən azad ediləndən bir il sonra dünyasını dəyişdi. Əfqan Muxtarlı isə 2 illik həbsdən sonra azad edilərək Almaniyaya, ailəsinin yanına deportasiya edildi. Əli Kərimli isə daha istintaqa çağırılmadı. 2018-ci ilin aprelində Azərbaycan Respublikasının Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı bəyanatda Əli Kərimli qaçaqmalçılıq, çirkli pulların yuyulması kimi cinayətlərdə ittiham olunurdu. Həm də bu ittiham o zaman elan olunmuşdu ki, dünya mətbuatında şərti adları Kürü diplomatiyası və Azərbaycan landramatı olan milyardlarla dollar vəsaitin qaçaqmalçılıq yolu ilə Azərbaycandan çıxarılması, böyük həcmdə çirkli pulların yuyulması haqqında beynəlxalq jurnalist araşdırmaları geniş müzakirə edilirdi.
söhbət Avropada yüksək vəzifəli şəxslərin və aşpada daxil olmaqla parlament üzvlərinin satın alınmasından və yalnız bir marşrut üzrə 2012-2014-cü illərdə 4 milyar dollara yaxın vəsaitin çirkli pulların yuyulması, ikisi İngiltərədə və ikisi Şotlandiyada yerləşən Birləşmiş Krallıq şirkətləri vasitəsilə London offşorlarına ötürülməsindən gedirdi. İndi əsrin ən böyük para qaçaqmalçılığını camaşırxanadan keçirənlər Xalq Cəbhəsinin sədri Əli Kərimlini qaçaqmalçılıq, çirkli pulların yuyulmasında ittiham edirdilər. Gülünc və gülməli idi. Yeri gəlmişkən bu ittihamdan az əvvəl 2,9 milyard, sonra məlum oldu ki 3,9 milyard dollarlıq Azərbaycan camaşırxanası məsələsi ilə bağlı Əli Kərimli ilə mən Baş prokuror Zakir Qaralova müraciət edib gizli yollarla 2,9 milyard dollara yaxın həcmdə olan əsrin qaçaqmalçılığının araşdırılmasını tələb etmişdik. Faktlar ortadaydı. Bu məbləğin yarıya qədəri Bak Telekom adlı saxta şirkətin adından ölkədən çıxarılmışdı. Bu əməliyyatda vasitəçilik edən Danimarkanın Danske Bankının Estoniyadakı filialının 13 mindən çox bank qəbzləri aşkarlanmışdı. Rəsmi dövlət qurumları kimi ərazisinin 20%-nin işğal olunduğu ölkənin Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və digər dövlət qurumlarının Azərbaycan landramatına ödənişləri üzə çıxmışdı. Vəsait adı bəlli olan, lakin kimlərə məxsus olduğu gizli saxlanılan 4 offshore hesaba köçürülmüşdü. Əli Kərimli ilə mənim baş prokurorluğa müraciətimiz mətbuatda dərc edildiyi üçün baş prokuror belə bir açıqlama vermişdi ki, bu məsələ prezident aparatında araşdırılır və onlar hansı qərara gəlsələr biz onunla razıyıq. Milyardlıq qaçaqmalçılıq və çirkli pulların yuyulmasından yayınan baş prokuror bir neçə ay sonra Gədəbəy rayonunun keçmiş icra başçısı Salih Rüstəmovun siyasi məhbus ailələrinə yardım kimi göndərdiyi bir neçə min dollar, 5 il ərzində təxminən 6 min dollar pula görə Əli Kərimliyə qarşı qaçaqmalçılıq, çirkli pulların yuyulması ittihamını irəli sürmüşdü. Baş prokurorluq, Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilirdi. Prokurorluq və Daxili İşlər orqanları tərəfindən ölkənin iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində həyata keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zahid, Salih Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyət nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin legallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb. Bu qədər absurd və gülməli. Bu saxta cinayət işi üzrə Elçibəy hakimiyyəti zamanı Gədəbəy rayon icra hakimiyyətinin başçısı olmuş, 1994-cü ildən Rusiyada yaşayan, kiçik bizneslə məşğul olan Salih Rüstəmli, AQCP funksionerləri Aqil Məhərrəmli, mərhum Babək Həsənov, Ruslan Nəsirli və Salih Rüstəmlinin qardaşı oğlu Vidadi Rüstəmli həbs olunmuşdular. Əslində baş verən bu idi ki, Salih Rüstəmli Azərbaycandakı siyasi məhbuslara yardım etmək üçün ara bir 300-500 dollar məbləğində pul göndərmişdi və həmin pul da siyasi məhbus ailələrinə, onların vəkillərinə xərclənirdi. Salih Rüstəmlinin ümumilikdə göndərdiyi vəsaitin həcmi təxminən 6.000 dollar olsa da, istintaq bu vəsaiti süni şəkildə artırıb 411.000 dollara çatdırmışdı. Məsələn, Salih Rüstəmlinin qardaşı oğlunun yeni tikilən binalarda ev almaq üçün ailəsinə göndərdiyi pulları da Əli Kərimliyə göndərilmiş pul kimi saymışdılar. Lakin bütün bu saxtakarlıqlar hamısı məhkəmədə açılıb ifşa olundu. 5-6 min dollar arası pulu saxtalaşdıraraq
411 min dollara qədər qaldırmışdılar. Məqsəd Əli Kərimli qaçaqmalçı kimi həbs etmək idi. Onun adı prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında yer almışdı. Lakin Əli Kərimli bu dəfə də həbs etmək mümkün olmadı və ya buna getmədilər. Ancaq Salih Rüstəmli və həbs olunmuş cəbhəçilər 3 ildən 7 il müddətinə qədər azadlıqdan məhrum edildilər. İstintaqda verilən amansız işgəncələr, saxta cinayət işi əsasında uzun müddətli həbs həyatı Qarabağ qazisi Babək Həsənlinin sağlamlığında ciddi fəsadlar yaratdı və azadlığa çıxandan az sonra Gözəl xanım kimi o da həyatını itirdi. Aqil Əli Məhərrəmlinin həbsxanada səhhətində yaranmış problemlər isə hazırda da davam etməkdədir. Hələ Əli Kərimlinin son həbsindən təxminən 2 ay öncə Yeni Müsavat ruzinaməsi Əli Kərimlinin casus fəaliyyəti Fransa səfirliyində DGC ilə gizli görüşdə nələr danışıldı adlı böhtan dərc etmişdi. Yazının aşağısında Əli Rais adlı imza qoyulmuşdu. Bu cızmaqara Milli Şura və Xalq Cəbhəsinin 2025-ci ilin sentyabr ayının 14-də Türk şəhidliyini ziyarət etməsi ilə başlanır və güya Əli Kərimli bu ziyarətdən siyasi dividend qazanmaq məqsədi güdülmüş, amma alınmayıb. Müəllifin açıq yazmaq istəmədiyi bu alınmamaq da o səbəbdən idi ki, polis ziyarətə müdaxilə edib canlarını Azərbaycanın qurtuluşu yolunda fəda etmiş Türk əskərinin ruhuna dua oxumağa, 5-10 kəlmə xoş söz deməyə imkan verməmişdi. Lakin yazıda əsas məqsəd bu deyildi. Bu ziyarətdən az sonra AXCP sədri Fransanın Azərbaycandakı səfiri ilə görüşmüşdü və yeni müsavatı da rəncidə edən məhz buydu. Son illər əlaltı mətbuatda belə bir ənənə yaranmışdı ki, müxalifət lideri kimi Əli Kərimli hansı qərb ölkəsi ilə ABŞ, Britaniya, Almaniya, Fransa, Avropa Birliyi və digərlərinin səfirləri ilə görüşürdüsə, bunu Azərbaycanda dövlət çevrilişi planının müzakirəsi qeyd edilən ölkələrin casusluq təşkilatları ilə əməkdaşlıq kimi təqdim etməyə adətkarda olmuşdular. Məqsəd qərb ölkələrinin səfirlərini şantaj edib belə görüşlərdən çəkindirməkdir. Müəyyən məqamlarda bu şantajlar işləyirdi də. Ona görə də Əli Kərimlinin Fransa səfirliyində həmin ölkənin səfiri ilə görüşünü Yeni Müsavat və onun yazarı Əli Rais, Fransanın xüsusi xidmət orqanı ilə təmsilçisindən təlimat almaq məqsədi ilə keçirildiyi kimi təqdim edirdi və yazının adını da Əli Kərimlinin casus fəaliyyəti qoyurdu. Sual yaranır, əgər DGC Bakının mərkəzində görüş keçirirsə, onda ölkənin daxili və xarici xüsusi xidmət orqanları hara baxırmış? Yoxsa Yeni Müsavat bu orqanların səlahiyyətlərini mənimsəyibmi? Qəzet çox məntiqsiz şəkildə bu xəyanətin ucunu aparıb ATƏT-ə və ATƏT-in Minsk qrupuna çıxarır. Əli Kərimli süni şəkildə Minsk qrupunun əməllərinə şərik edirdi. Amma unudulur ki, hazırda narazılıq edilən Minsk qrupunun son həmsədirlik institutu ABŞ, Rusiya və Fransa 1997-ci ildə Heydər Əliyevin razılığı ilə formalaşdırılmışdı. Fransa isə bu tərkibə Azərbaycan hakimiyyətinin rəsmi razılıq məktubundan sonra salınmışdı. Hələ 10-15 il bundan əvvəl biz dəfələrlə ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə tənqid edir və ondan imtina edilməsi təklifi ilə dəfələrlə çıxış etmişik. Hətta mən internet saytlarına sorğu verəndə də bu cavab qarşıma çıxdı. Azərbaycanlı tarixçi və siyasətçi Cəmil Həsənli ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini və Ermənistan-Azərbaycan münaqişəsinin həllindəki rolunu kəskin tənqid etmişdir. O, bu qurumun uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola bilmədiyini və yalnız prosesin uzadılmasına xidmət etdiyini vurğulamışdır. Bu, təxminən 14-15 il bundan əvvəl deyilmiş fikirdir. Minsk qrupu ilə sona qədər əməkdaşlıq edən, həmsədirlərlə davamlı olaraq görüşən isə məhz İlham Əliyev olmuşdu, ölkənin xarici işlər nazirləri olmuşdu. Səhv etmirəmsə 12-13 il əvvəl hazırda həbsdə olan jurnalist Natiq Cavadlı ilə müsahibədə rəhbərliyində Əli Kərimlinin də təmsil olunduğu Milli Şuranın adından ATƏT-in Minsk qrupuna münasibətdə biz demişdik ki, əgər bir siyasət
5 il bir nəticə vermirsə, onun barəsində fikirləşmək lazımdır. Əgər 10 il bir nəticə vermirsə, ondan imtina etmək lazımdır. ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycanı işğal vəziyyətinə adaptasiya etməyə, Azərbaycan xalqını mövcud status quo ilə barışdırmağa yönəlib. İndi yeni müsavat ruziнаməsi 12-13 il əvvəl dediyimiz həqiqətləri bizə qarşı, Əli Kərimliyə qarşı ittiham kimi irəli sürürdü və güya bizim 10-15 il əvvəl tənqid etdiyimiz ATƏT Azərbaycandan qisas almaq məqsədi ilə Kərimlini Varşava Təhlükəsizlik Forumuna dəvət edirdi. Halbuki ölkə başçısı İlham Əliyev Minsk qrupu ləğv edilənə qədər həmsədr ölkələrə üst-üstə 20 dəfədən çox səfər edib, həmsədrlərin onlarla konferanslarında, tədbirlərində iştirak edib. İş o yerə gəlib çıxıb ki, hətta Əli Rais öz yazısında Əli Kərimlinin Varşava Təhlükəsizlik Forumuna dəvətini Polşa prezidentinin Ermənistana, lap dəqiqləşdirsək, Zəngəzura qəfil səfəri ilə əlaqələndirir. Halbuki, müstəqillik dövründə Azərbaycanın Polşa ilə yaxın münasibətləri olub, İlham Əliyevin Polşaya, Polşa prezidenti Lech Kaçinskinin və digər Polşa rəhbərlərinin Azərbaycana dəfələrlə rəsmi səfərləri olub. Hətta İlham Əliyev Polşa prezidentini Azərbaycanın ən yüksək ordeni kimi qəbul edilən Heydər Əliyev ordeni ilə təltif edib. Bu səfərlər və təltiflər olanda bəyəm İlham Əliyev Polşa rəhbərlərinin Azərbaycana münasibətini bilmirdi? İş Polşa ilə bitmir. Əli Kərimlinin Riga konferansına dəvətindən də yeni müsavat bərk əndişələnir və yazırdı. Riga tədbirinin təşkilatçısı olan Latviyanın Azərbaycanla bağlı mövqeyi Sovetlər dönəminin son günlərindən daha dəqiqi Qarabağda erməni faşizminin və separatizminin meydan suladığı günlərdə Latviyalı demokrat deputatların SSR Ali Sovetinin tribunasından erməni separatizminə dəstək dolu çıxışlar sərgilədiyi günlərdən bəllidir. Yaxşı, Əli Rais və yeni müsavatçılar ki, bu faktı bilirdilərsə, nəcəb bunu Əli Kərimlinin Riga konferansında distans iştirakından təxminən 20 il əvvəl İlham Əliyevin Azərbaycanın iş adamları ilə birlikdə Rigada Azərbaycan-Latviya Biznes Forumunda iştirakı vaxtı yada salmırdılar. Bundan 3 il sonra isə 2009-cu ildə yeni müsavatın düşmən hesab etdiyi Latviyanın prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlmişdi. Axı, necə olur ki, qəzetin iddia etdiyi bu düşmənçiliyi Rais bilir, yeni müsavat bilir, amma İlham Əliyev bilmir. Ən gülməlisi bu da deyil. Qəzet yazır ki, Kərimlinin bəhbəhlə dəvət edildiyi 3-cü yer Afina Demokratiya Forumudur. Məkanı Yunanistan, təşkilatçısı Demokratiya və Mədəniyyət Fondu, tərəfdaşı The New York Times himayəçisi Yunanistanın prezidenti olan bu foruma dəvəti qəbul edən Kərimliyə isə xüsusi bir bəhbəh. Bir nəfər tapılmır, tutub bunun yaxasından silkələsin ki, ay zavallı, hara getmək istədiyinin fərqindəsən. Ən gülməlisi odur ki, qəzet bu sətirləri yazandan cəmisi 5 ay əvvəl Azərbaycan prezidenti İlham Əliyev Yunanistanın baş naziri Kyriakos Mitsotakis ilə yüksək səviyyəli bir görüş keçirmişdi. Hətta tərəflər münasibətləri inkişaf etdirmək üçün Bakı ilə Afina arasında birbaşa uçuşların təşkili məsələsində razılığa gəlmişdi. Və nəcəb milli təəssübkeşlik alovunda qovrulan yeni müsavat bu sualı onda verməmişdi. Aya, bir nəfər tapılmır bunun yaxasından tutub silkələsin ki, ay zavallı, hara uçmaq istədiyinin fərqindəsənmi? Bundan daha öncə isə 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin Afinaya dövlət səfəri olmuşdu və həmin səfər zamanı Əliyev demişdi, inanıram ki, bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayacaqdır. Keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və fikir mübadiləsi, habelə imzalanmış sənədlər əlaqələrimizin inkişafına və genişlənməsinə öz töhfəsini verəcək. Bəlkə həmin vaxt yeni müsavat qəzeti mürgülüyürmüş. Əks təqdirdə ölkə başçısının düşmən ölkəyə səfərinə vətən təəssübünü çəkən bu ruzinamə kimi
niyə biganə qalmalıydı? Deyəsən axı Trans-Adriatik boru xəttinin cənub marşrutu da 15 ildən çoxdur Yunanistandan keçir. Bəs bu tanap tap çəkiləndə bir nəfər tapılmır tutub bunların yaxasından silkələsin ki, ay zavallılar, bizim nöytü qazı hara çəkmək istədiyinizin fərqindəsizmi? Görünür o zaman Yeni Müsavat qəzeti Ramiz Mehdiyevin dərin dövlət nəzəriyyəsinə informasiya dəstəyi verməyə başı qarışdığı üçün belə kiçik məsələlər gözünə görünməyib və bir də ayılıb görəndə ki, Əli Kərimli Afina Demokratiya Forumuna Zoom üzərindən dəvət olunub və bu anda millət və vətən təəssübkeşliyi sözün tam mənasında onu cuşa gətirib. Qəzet güya cəbhəçiləri ayıq salmaq üçün Əli Kərimlini Makron ağılda bir DGC casusu adlandırır, amma bu yazıdan bir neçə gün əvvəl necə olmuşdusa bir beynəlxalq tədbirdə İlham Əliyev Əli Kərimli ağlında olan Makronla qucaqlaşıb barışmışdı. Sən demə, qəzetin casus çərənləməsi yalnız bir fakta Əli Kərimlinin Le Monde qəzetində çıxan məqaləsinə söykənir. 1937-lərdə də belə idi. Kim Fransanın ya Britaniyanın xəritədə yerini bilirdisə, onu fransız, İngilis casusu kimi tuturdular. Nə qədər çalışırlarsa 37-dən qabağa gedə bilmirlər. Azərbaycan cəmiyyəti hüquqdan daha çox təbliğat və qaralama məqsədi daşıyan DTX-lı videolara çoxdan adaptasiya olub. Hələ dövlətin təhlükəsizliyini qorumaqdan daha çox bazar və sərvət bölgüsü ilə məşğul olan MTN dövründə buna bənzər videolar tez-tez ekranlara çıxarılırdı. İndi belə nağılvari süjetləri görəndə ilk ağlımıza gələn bu olur. Biz bu filmi görmüşük. Elə bu silsilə yazılarda dəfələrlə qeyd edilib ki, son 15 ildə Prokurorluq, Daxili İşlər Nazirliyi və DTX orqanlarının ölkənin televiziya ekranlarında Xalq Cəbhəsinin sədri Əli Kərimlinin mücərrəd xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlbir olub Azərbaycanda konstitusiya quruluşunu zor gücünə dəyişməyə cəhdləri barədə çoxlu videolarında şahid olmuşuq. Hamısı da təbliğati qaralama və böhtan məzmununda olub. O günlər DTX-nın yaydığı səsküylü videoda onlardan növbətisidir. Şübhəsiz ki, yaranmış yeni şərtlər daxilində, xüsusilə xarici şərtlər daxilində hökumət Əli Kərimli Rusiya yanlısı kimi tutmaq istəyir və bunun üçün hər cür cəfəngiyata gedir. Son 2-3 ayda cəmiyyətdə haqlı bir sual yaranmışdı. Bir-biri ilə əks düşərgədə, əks mövqedə, əks dünya görüşdə və əks siyasi orientasiyada olan Əli Kərimli ilə Ramiz Mehdiyevi eyni cinayət işində necə həmkarlaşdırmaq olar? Milli, Rusiya əleyhinə olan qüvvənin təmsilçisi kimi Əli Kərimlini necə Rusiyanın dəstəyi ilə dövlət çevrilişində ittiham etmək olar? İlham Əliyevin 23 illik idarəçiliyi dövründə Əli Kərimlinin və rəhbərlik etdiyi Xalq Cəbhəsinin əsas işi elə onu Rusiya ilə sıx münasibətlərə, Putini dünyanın bir nömrəli siyasətçisi adlandırmağa, 2020-ci ildə Rus hərbi kontingentini Azərbaycana gətirməyə, 2022-ci ilin 22 fevralında Rusiya ilə ittifaq bəyannaməsi imzaladığına görə tənqid etmək olub. Bu barədə onlarla, yüzlərlə saysız hesabsız çıxışlar, videolar, sosial mediada postlar, müsahibələr ortadadır. Mən bilmirəm, hər şeydən məlumatlı bir təşkilat kimi DTX öz yaydığı video materiala inanır ya yox, amma bu video Ramiz Mehdiyev işi ilə bağlı cəmiyyətdə yaranmış çoxsaylı suallara, Əli Kərimlinin bu işə nə dərəcədə aidiyyatı olduğunun ağla batan bir izahatını verə bilmədi. Əksinə, bütün bu oyunların Əli Kərimliyə görə qurulduğu, Ramiz Mehdiyevə bu tamaşada Rusiya bağlantısı görüntüsü məqsədi ilə baş rol verildiyini bir daha ortaya qoydu. Ümumiyyətlə Ramiz Mehdiyev işinin süni, ssenariləşdirilmiş, məhz Kərimlinin həbsi zərurətindən ortaya atılmış bir uydurma olduğu hər kəsə aydındır. Əli Kərimlinin bu məsələyə aidiyyatı haqqında videoda indiyə qədər bilinməyən gizli bir fakt təqdim edilmədi, edilə də bilməzdi, çünki belə bir fakt yoxdur.
Sadəcə olaraq ortaya Ramiz Mehdiyevin Əli Kərimliyə göndərdiyi, güya əlbəttə göndərdiyi bir məktubu atılıb, o da məzmununa, şriftinə, nöqtə vergülünə qədər başdan ayağa qədər saxtadır. Yeri gəlmişkən biz bu məktubun saxtalığını hüquqi baxımdan heç bir əhəmiyyət kəsb etmədiyini, hər kəsin evindən çıxa biləcək mücərrəd bir sənəd olduğunu hələ Əli Kərimlinin həbsindən əvvəl demişik. Videonun inandırıcılıq dozasını artırmaq üçün Mehdiyevin həbsinə qədər 17 milyon manatdan artıq pul vəsaitini legallaşdırması, dollar və manat banderolları yığılmış karton yeşiklər nümayiş etdirilir. Amma ölkədə hamı bilir ki, uzun müddət ölkənin idarəçiliyində yüksək mövqe tutan, mövcud sistemin yaradıcılarından biri kimi Ramiz Mehdiyevin sərvəti bundan nəinki 17 dəfə, hətta 170 dəfə, bəlkə də 1700 dəfə çoxdur. Bu barədə elə son 3 ayda əlaltı mətbuat xeyli yazılar verib, banklar, obyektlər, torpaq sahələri müəyyən edib. Azərbaycanda yüksək vəzifə tutmuş bir sıra şəxslər kimi Ramiz Mehdiyevin əməlləri haqqında araşdırma aparmaq üçün yüzlərlə, bəlkə minlərlə haqlı qanuni əsaslar var. Amma nədənsə DTX şərti olaraq 1000 real qanuni əsasları bir tərəfə qoyub, 1001-ci mövcud olmayan məsələdən dövlət çevrilişindən yapışdı. Dövlət çevrilişinin isə əsas hədəfi məhz Əli Kərimli olmalıdır. Hətta Ramiz Mehdiyev bu dünyadan köçəsi olsa da 87 yaşlı adamın dövlət çevrilişi etməsi tarixdə son dərəcə nadir nümunədir və heyrətamizlik dərəcəsinə görə Guinnessin rekordlar kitabına iddia edə bilər. Axı bu dövlət elə Ramiz Mehdiyevin idi. O, bu dövlətin ikinci adamı olub. İlham Əliyev ona bütün orden medalları verəndən sonra ölkənin ən ali ordeni kimi Heydər Əliyev ordeni verib akademiyaya prezident göndərib, onun Azərbaycanın dövlət quruculuğunda böyük xidmətlərini qeyd edib. İndi isə videoda Ramiz Mehdiyev az qala Milli Şuranın yaradıcısı kimi təqdim edilir. Onda sual yaranır. Bəs MTN, Daxili İşlər Nazirliyi, prokurorluq orqanları 2013-cü ildə Mehdiyevin bu pozuculuq əməllərini niyə görməyib? Cəmiyyətə təqdim edilən videoda tez-tez mücərrəd xarici dövlət ifadəsi işlədilir, onun xeyrinə casusluq etməkdən söhbət gedir. Bu, hansı dövlətdir? Ümumi məzmundan belə bəlli olur ki, söhbət Rusiyadan gedir. O Rusiyadan ki, 2025-ci ilə kimi içində Ramiz Mehdiyevin də olduğu Azərbaycan hakimiyyətinin ən yaxın müttəfiqi olub. O Rusiyadan ki, İlham Əliyev bir neçə dəfə onun dünyada sülhün və təhlükəsizliyin təminatçısı və prezidenti Putini də dünyanın bir nömrəli siyasətçisi olduğunu deyib. O Rusiyanın ki, Ukrayna ilə müharibədən 2 gün əvvəl İlham Əliyev onunla ittifaq bəyannaməsi imzalayıb. O Rusiyanın ki, xarici kəşfiyyatına məsul olan Sergey Narışkin 2024-cü il noyabrında Bakıya gəlib, yerli həmkarları ilə Qərbin ideoloji təxribatına qarşı terrorizmə və sistemdən kənar müxalifətə oxu, Əli Kərimli və xalq cəbhəsinə qarşı birgə mübarizə haqqında razılığa gəliblər. İndi necə oldu? Heç bir il keçməmiş Əli Kərimli Mehdiyev üzərindən həmin Rusiya ilə gizli əlaqəyə girib, dövlət çevrilişi etmək fikrinə düşdü. Axı necə olur az qala Milli Şuranın yaradıcısı kimi təqdim edilən Ramiz Mehdiyev 2014-cü ildə yazdığı məşhur məqalədə Qərbin 5-ci kolonu kimi təqdim edilən Əli Kərimli və xalq cəbhəsi qısa müddətdə orientasiyasını dəyişib Rusiyanın 5-ci kolonu oldu. Videoda nümayiş etdirilən səs yazıları təbliğata hesablanıb. Ramiz Mehdiyev öz yaşında olan bir qadınla danışıb, sən demə dövlət çevrilişini müzakirə edirmiş. Dəstəyin digər tərəfində olanlar kimlərdir? Onların səlahiyyət dərəcəsi nə qədərdir? Bu danışıq zamanı Mehdiyev Təhlükəsizlik Şurasının üzvü idi və dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı istənilən təkliflə çıxış edə bilərdi. Videoda deyilir ki, müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, Milli Şuranın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda Şuranın fəaliyyətinin dəstəklənməsi xahiş edilib. Həmin ölkədə aparılan islahatların
Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilib. Əvvəla, bu müvafiq xarici dövlət deyəndə hansı xarici dövlət nəzərdə tutulur və Milli Şuranın istinad edilən məktubunu kim yazıb, qeyd edilən xarici dövlətin səlahiyyətli şəxsləri deyəndə kimlər nəzərdə tutulur? Bəlkə DTX zaman-zaman Yeni Azərbaycan və Səs kimi qəzetlərdə dərc edilən, çoxdan ifşa edilmiş Milli Şuranın Putinə mücərrəd məktubunu nəzərdə tutur. Axı, bu çox gülməlidir. Rusiya nə vaxtdan demokratik dövlət olub ki, Milli Şura Moskvadan demokratiya umsun? Milli Şura yarananda onun ilk sədri Rüstəm İbrahimbəyov dəfələrlə deyib ki, demokratik azadlıqlar və ictimai rəy baxımından Rusiya Azərbaycandan da betərdir. Videoda Milli Şuranın güya Milyarderlər İttifaqı adıyla 4 iyul 2012-ci ildə xarici ölkə adı altında qeydiyyatdan keçirilən Rusiya-Azərbaycan Təşkilatları İttifaqı ilə əlbir olub. Dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi ixtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabi olunmaması və sairdən bəhs edilir. Əvvəla cəhdlər olsa da, Rusiya-Azərbaycan Təşkilatları İttifaqı yaranmadı və qeydiyyata da alınmadı. İkincisi, bu ittifaqı yaratmaq istəyən milyarderlər elə hamısı İlham Əliyevin dostları və qohumları idi. Məsələn, Lukoil son sanksiyaya qədər 30 ildən çox Azərbaycanda fəaliyyət göstərib. İskəndər Xəlilova məxsus İsr Plaza bugün də Bakıda fəaliyyət göstərir. Ağalarovlara isə Abşeronda 60 milyard dollarlıq Stibriz layihəsi verilib. Bu, necə olur? Azərbaycanda dövlət çevrilişinə pul buraxan adamlara belə geniş iqtisadi imtiyazlar verilsin. Videoda deyilir ki, güya mitinglər keçirmək üçün AXCP-nin üzvü İbrahim Məmməd Əzizoğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828 manat 40 qəpik məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər. Videoda 2020-ci ilin iyul ayının 14-də baş vermiş hadisə ilə bağlı da bir epizod var və həmin aksiya özü də Əli Kərimli meydana çıxarmaq, ora toplaşanların mühafizəsi yığışdırılmış Milli Məclisə salıb, dövlət çevrilişi yaratmaq üçün hakimiyyət orqanlarının hazırladığı bir əməliyyat idi. Həmin vaxt Turan agentliyi bu əməliyyatın bilavasitə hakimiyyət orqanları tərəfindən hazırlandığı haqqında təhlil yazısı və DTX generalının görüntüsü olan video material yaydı. İndi bu qəribə də olsa həmin aksiyada iştirak etməyən Əli Kərimliyə qarşı dövlət çevrilişi ittihamı kimi irəli sürülür. Əvvəla, belə fantastik rəqəmlər istintaq orqanları tərəfindən dəfələrlə uydurulub. Məsələn, Əli Kərimli qərbdən maliyyə dəstəyi almaqla Azərbaycanda konstitusiya quruluşunu devirməyə cəhd edib, ya Salih Rüstəmlinin qardaşı oğluna ev almaq üçün göndərdiyi təxminən 400.000 vəsaiti də istintaq orqanları Əli Kərimlinin adına sənədləşdirmişdilər. Bu da olsun onlardan biri. İkincisi, istintaqın əhatə etdiyi dövrdə Məmməd İbrahim 3 dəfə həbs edilib. 2015-ci ildən 2020-ci ilə qədər saxta 2 həbs həyatı yaşayıb. 2020-ci ilin iyulunda yenidən dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. Hər üçündə evində axtarış aparılıb, amma iddia edilən 933.000-in heç 33 manatı da tapılmayıb. Adam ömrü boyu maddi ehtiyaclar içində yaşayıb, çay puluna da ehtiyacı olub. Videoda AXCP rəhbərliyində təmsil olunan Fuad Qəhrəmanlı ilə bağlı 2 epizod var. Biri onun işgəncə altında Əli Kərimli əleyhinə ifadə verməsidir. Bu ifadə verilən zaman Fuad Qəhrəmanlının hətta işgəncə altında öldüyü barədə xəbər də yayılmışdı və Amerika səfirliyinin əməkdaşı bu faktı dəqiqləşdirmək üçün 10 gün istintaq təcridxanasına getmişdi. İkinci fakt isə videoda adı və görüntüsü bəlli olmayan bir adamdan nazik paketlər almasıdır. Bu, yaxşıdırmı, pisdirmi? Şübhəsiz ki, xoşa gələn fakt deyil, amma videodan görsənir ki, DTX-nın nəzarəti altında fərdi qaydada şəxsi ehtiyacların qarşılanması üçün hardasa
300-500 manat pul DTX-nın nəzarəti ilə yardım kimi könüllü olaraq verilib və bu dövlət vəsaiti deyil. Digər tərəfdən, əgər DTX burada cinayət tərkibi müəyyən edirsə, bu tərkib yalnız pulu alan tərəfə deyil, verən tərəfə də aiddir və o videoda o da görsənməli idi. Amma iddia edilən dövlət çevrilişi məlum olduğu kimi 300-500 manatla həll ediləsi iş deyil. DTX doğrudan da ölkənin təhlükəsizliyinə zərbə vuran mənimsəmə, rüşvət, korrupsiya axtarırsa, mətbuatın məlumatına görə Estoniya Bankı hal-hazırda fəaliyyətdə olan hökumətin baş nazirinin müavininin oğlunun adına olan 1 milyard dollar həcmində hesabın üzərinə həbs qoyub. Yalnız bir bankda London məhkəməsi deputat Cavanşir Feyziyevə məxsus olan 63 milyon funt sterling dəyəri olan əmlakın üzərinə həbs qoyub. 4 milyard dollara yaxın Azərbaycan camaşırxanası hələ də araşdırılmamış qalmaqdadır. Bu vəsaiti yarıya qədəri yalnız bir dublikat şirkət vasitəsilə ölkədən gizli şəkildə çıxarıblar. Rəsmi yoxlamalar nəticəsində vəzifədən gedən nazirlərin 10 milyondan 100 milyon manata qədər vəsaitləri mənimsəməsi haqqında məlumatlar var. Bu siyahını uzatmaq olar. Əli Kərimli və Məmməd İbrahimin adına saxta faktura kəsməkdənsə, real milyonluq, milyardlıq korrupsiya, çeşli pulların yuyulması, əyri yollarla ölkədən çıxarılan böyük vəsaitlərin taleyini araşdırmaq daha faydalı olardı. 1954-cü ilin dekabrında Sovet yazıçılarının ikinci qurultayındakı çıxışında böyük yazıcı Mikhail Şoloxov ölkədə yeridilən siyasəti yüngülcə tənqid etmişdi. Dərhal Moskvadan yerlərə tapşırıq verilmişdi ki, qurultayın qərarlarının müzakirəsi ilə fəhlə, kəndli, ziyalılarla görüşlərdə Şoloxovun çıxışına toxunulsa, cavab verilsin ki, partiya ondan daha çox şey gözləyirdi. İndi bu səs-küylü, çox profilli, inandırıcı bir izahı olmayan cinayət işi ilə bağlı cəmiyyət istintaq orqanlarından ağlabatan bir açıqlama gözləyir. Məlik Məmməd nağılı ilə ictimaiyyəti manipulyasiya etmək hüquqi yol deyil və dövlətin nüfuzuna ziyan gətirir. Son illərdə Azərbaycan hakimiyyətinin Əli Kərimli ən azı ildə bir dəfə müxtəlif ağır cinayətlərdə ittiham etməsi ənənə xarakteri alıb. Bu baxımdan 2019-cu ilin hadisələri də istisna deyildi. Milli Şuranın 2019-cu ilin yanvar ayının 19-da Mehman Hüseynovun müdafiəsi ilə bağlı keçirdiyi mitingi çox kütləvi alınmasından hakimiyyət ciddi şəkildə narahat oldu və Azərbaycanda miting və aksiyaların keçirilməsi, sərbəst toplaşmaq azadlığı faktiki olaraq qadağan edildi. 2019-cu ilin yanvar-oktyabr ayları arasında Milli Şura və AXCP tərəfindən dinc miting keçirilməsi üçün Bakı şəhər icra hakimiyyətinə müraciətlər olundu. Miting təşəbbüslərinə 8 dəfə yox cavabı verildikdən sonra 2019-cu ilin oktyabr ayının 19-da Bakı şəhər icra hakimiyyəti razılıq verməsə də Milli Şura və AXCP Azərbaycan Konstitusiyasına istinad edərək miting keçirtdi. Lakin mitingə qarşı çox sərt tədbirlər görüldü. Əli Kərimli zorakılıqla həbs olundu. Onun hansı zorakılıqla həbs olunduğunu Reuters informasiya agentliyi çəkərək bütün dünyaya yaymışdı. Əli Kərimli həbs olunduqdan sonra Daxili İşlər Nazirliyinin xüsusi işgəncə avtobusunda amansız işgəncələrə məruz qaldı. Bu işgəncələrlə bağlı beynəlxalq təşkilatların xüsusi bəyanat və mövqe sənədləri də var. Ona işgəncə verən çevik polis alayı əməkdaşları ondan tələb edirdilər ki, İlham Əliyevdən üzr istəsin və daha onunla mübarizə aparmayacağı barədə öhdəlik götürsün. O, hətta işgəncə zamanı bir dəfə vuruşunu itirmişdi və işgəncə verənlər onun üstünə su tökərək onu ayıltmışdılar. 19 oktyabr axşamı saat 22 radələrində Əli Kərimlinin başına vurulan 9 tikişlə evə buraxdılar. Oktyabrın 20-sində o, polislər tərəfindən işgəncəyə məruz qalması ilə bağlı Səbail rayon məhkəməsinə müraciət etdi və bu müraciət araşdırılanda məlum oldu ki, həmin gün işgəncə maşınında ağır işgəncələrə məruz qaldığı halda gülməli də olsa ona qarşı üstəlik polisə müqavimət maddəsi ilə cinayət işi qaldırıblarmış. Şübhəsiz ki, onun
məruz qaldığı işgəncə ilə bağlı şikayətlərinə ölkə daxilində ədalətlə baxmadılar və o sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməli oldu. Bu müraciətə işgəncə zamanı bədəninə vurulmuş 20 xəsarətin foto və video çəkilişlərini də əlavə etmişdilər. Həmin 20 xəsarətin 6-sı bilavasitə onun baş nahiyəsinə yetirilmişdi. Fikrimizcə təkcə onun bu hakimiyyətin xüsusi təyinatlı polislər tərəfindən məruz qaldığı ağır işgəncələr və həmin işgəncə faktını ölkə prokurorluğu və məhkəmə sisteminin örtbasdır etməsi, ağır işgəncələrə məruz qaldığı halda üstəlik də barəsində saxta polisə müqavimət maddəsi ilə cinayət işi başlaması faktı bir daha sübut edirdi ki, ona qarşı son dərəcə qərəzli münasibət var və o, məhz müxalif siyasi mövqeyinə görə bu ölkədə amansızlıqla təqib olunur. 2020-ci ilin mart ayında İlham Əliyev güya xalqı Novruz bayramı münasibəti ilə dırnaqarası təbrik çıxışı bütövlükdə müxalifətə qarşı yönəlmişdi. Martın 19-unda olan çıxışında İlham Əliyev ölkə müxalifətini açıq-aşkar düşmən 5-ci kolon adlandırıb təcrid edəcəyini bəyan etdi və bununla həm ölkə ictimaiyyətinə, həm də dünya birliyinə etiraf etdi ki, Azərbaycanda sərt repressiya siyasətinin arxasında şəxsən özü dayanır. Onun bu çıxışından dərhal sonra başda Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu olmaqla azı 20 nəfər repressiyalara məruz qaldı. Hətta Washington Posta daxil olmaqla beynəlxalq mətbuat bu çıxışı nifrət çıxışı adlandırdı. Burada açıq-aydın COVID-19 pandemiyasından siyasi əleyhdarlara qarşı istifadəyə çağırış edilirdi. İlham Əliyevin bioloji təhlükədən öz əleyhdarlarına qarşı istifadə etməyə hədəflənmiş çıxışı bütün dünyada şok effekti yaratmışdı. Britaniya parlamentinin mühafizəkar üzvü Sir Roger Gale nə yazırdı? Azərbaycan hakimiyyətinin koronavirus pandemiyasını belə utanc verici şəkildə müxalifətin əleyhinə sui istifadə etməsi məni heyrətləndirdi və dəhşətə saldı. İnanmaq çox çətindir ki, hər hansı dövlət başçısı xalqın sağlamlığı üçün ağır olan vəziyyətdən öz hakimiyyətini qorumaq naminə istifadə edir. Stefan Şennak bildirdi ki, Prezident Əliyevin ölkəsindəki müxalifəti təsvir etmək üçün işlətdiyi sözlər və onları satqın 5-ci kolon adlandırması son dərəcə qeyri-demokratikdir. Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Mijatoviç, Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun dərhal azad edilməsini tələb etdi. Tofiq Yaqublunun şübhəli ittihamlarla saxlanılması və həbsi hökumət tənqidçilərinin təqib etməsinin davamının daha bir nümunəsidir. Azərbaycan hakimiyyəti ittihamları ləğv etməli, onun dərhal azad edilməsini təmin etməli və sağlamlığının təhlükə altında qalmaması üçün tədbirlər görməlidir. Amnesty International Beynəlxalq Hüquq Müdafiə Təşkilatı Azərbaycanda həbs olunmuş müxalifətçi siyasətçi Tofiq Yaqublunun müdafiəsi üçün kampaniyaya başlayıb. ABŞ Konqresinin İnsan Hüquqları Komissiyasının çağırışında deyilir ki, heç bir hökumət koronavirusu bəhanə edib demokratik müxalifəti əzməməlidir. Konqresmenlər Christopher Smith və James McGovern'in həmsədr olduğu İnsan Hüquqları Komissiyası Tofiq Yaqublunun həbsinə etiraz edirdi. Komissiya adından verilmiş açıqlamada deyilirdi. Azərbaycan hakimiyyəti pandemiya şəraitində azad sözü əzmək məqsədi ilə müxalifət liderlərindən Tofiq Yaqublunu xuliqanlıq ittihamı ilə həbs edib. Heç bir hökumət koronavirusu bəhanə edib demokratik müxalifəti əzməməlidir. Bu çıxışı ölkə hüquq mühafizə orqanlarına publik təlimat da saymaq olardı. Bu dalğada həbs edilən cəbhəçilərdən Əli Kəriminin əleyhinə işgəncələr hesabına ifadələr tələb edirdilər. Bundan sonra güc strukturları dərhal hərəkətə keçdi. Əli Kəriminin ictimai əsaslarla mühafizətçisi AXCP fəalı Niyaməddin Əhmədov saxta bir ittihamla həbs olundu. Sonradan məhkəmə zamanı Niyaməddin Əhmədova DTX-da ağır işgəncələr verildiyi məlum oldu. Ondan işgəncə altında tələb olunurdu ki, Əli Kərimliyə qarşı saxta ifadə versin, güya Niyaməddin bəy Qabil Məmmədov adlı mühacir blokçudan pul alıb
Əli Kərimliyə verilmiş. Qabil Məmmədov barəsində terrorçuluq da daxil olmaqla bir çox ağır maddələrlə cinayət işi başlanmışdı. İstintaq orqanları Niyaməddin Əhmədovdan saxta ifadəni almaq yoluyla Əli Kərimlini bu üsulla olmayan cinayət əməllərinin iştirakçısına, şərikinə çevirmək istəyirdi. Ancaq Niyaməddin Əhmədov da bütün işgəncələrə rəğmən, hətta işgəncə zamanı böyrəklərindən qan gəlməsinə baxmayaraq Əli Kərimliyə qarşı tələb olunan saxta ifadəni vermədi. Ona görə də Əli Kərimli 2020-ci ildə terrorçuluq və digər ağır cinayətlərdə ittiham etmək mümkün olmadı. Lakin Niyaməddin Əhmədovun dirənişini, ləyaqətini, dəyanətini rejim ona bağışlamadı. Siyasi əqidəsinə görə daha bir gəncin həyatını məhv etdilər, onu 13 il müddətinə azadlıqdan məhrum etdilər. 2020-ci ilin iyul ayında İlham Əliyev müxalifətə qarşı 19 mart və 14 aprel tarixli çıxışlarından sonra iyul ayında 3-cü nifrət çıxışını etdi. Bu dəfə konkret olaraq AXCP-ni hədəf kimi göstərirdi. İyul ayının 14-də Ermənistan silahlı qüvvələri hücum edərək xalq arasında çox populyar olan General Polad Həşimov da daxil olmaqla xeyli sayda Azərbaycanlı hərbçini öldürmüşdü. İlk baxışda bu xəbərdən həyəcanlanmış insanlar toplaşaraq Azərbaycan parlamentinin qarşısına gəlmiş, Ali Baş Komandan silah ver tələbi irəli sürmüş, hakimiyyətdən Qarabağın azad edilməsi üçün qətiyyətli hərəkətlər etməyi tələb etmişdilər. Lakin əslində bu mitingi xalq cəbhəsini tələyə salmaq məqsədi ilə hakimiyyət təşkil etmişdi. Vətənpərvərlik dalğasında xaotik kütlə Şəhidlər Xiyabanının qarşısına toplanıb qapıları taybatay açılmış Milli Məclisə girməli idi. Meydana toplananlar megafon vasitəsilə Əli Kərimli xalqa qoşulmağa dəvət edirdi. Lakin Əli Kərimli meydana getməməklə hakimiyyətin növbəti dövlət çevrilişi planını pozdu. Milli Məclisin foyesinə daxil olmuş kütlənin içərisində mülki formada olan generalın surəti az sonra Turan İnformasiya Agentliyinin təhlil yazısında və videolarında görünməyə başladı. Lakin buna baxmayaraq siyasi hakimiyyət bu mitinqdə AXCP-nin strukturlarını dağıtmaq və Əli Kərimli həbs etmək fürsətinə çevirməyə çalışırdı. Heç bir istintaqsız plansız İlham Əliyev həmin mitinqin AXCP tərəfindən təşkil edildiyini irəli sürdü, sərt tədbir görülməsini tələb etdi. Hadisədən bir neçə gün sonra o deyirdi, Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib ixtişaş yaratmağa cəhd etdilər, parlament binasına soxuldular, orada dağıntılar etdilər. Parlament binasının əldə edilmiş qələbə ilə nə bağlantısı var? Girib parlamentin binasının divarlarını, kabinetlərini dağıtmaq, sökmək nəyə lazım idi? 3-cü mərtəbəyə qədər qalxmışdılar. Kabinetlərin qapılarını, şüşələrini sındırırdılar. Sən gəlmisən burada ali qanunvericilik orqanını dağıtmağa, bunu kim edə bilər? Düşmən və başqa heç kim. Öz xalqına, öz vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu edərmi? İndi istintaq gedir. Mən istintaqı qabaqlamaq istəmirəm, heç müdaxilə etmək fikrim də yoxdur, amma hər şey göz qabağındadır. İndi bəzi görüntülər də ictimailəşdirilib. Görün bu adamlar hansı miskin və aciz gündədirlər. Hanı bunların hünəri, hanı bunların qəhrəmanlığı? İndi qanun qarşısında cavab verəcəklər. Mən demişəm, bir daha da demək istəyirəm, bu cinayətləri, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Bir-bir hamısını tapacağıq və bir-bir tapırıq. Son nəfərinə qədər tapıb məsuliyyətə cəlb edəcəyik. Qoy xalq onları tanısın, qoy onların valideynləri utansınlar. Onlar kimi böyüdüblər, hansı manqurtları böyüdüblər. Ona görə ictimaiyyət bunu bilməlidir. Təkcə onlar yox, onların valideynləri də məsuliyyət daşıyırlar. Təbii ki, bu mənəvi məsuliyyətdir, amma qoy valideynləri də utansınlar. Maraqlıydı ki, Xalq Cəbhəsinin dövlət çevrilişinə cəhdi haqqında açıqlamanı hüquq mühafizə orqanları deyil, İlham Əliyev bilavasitə özü elan edirdi. Milli Məclisə daxil olan adamların demək olar ki, hamısı video lentlərə düşsə də, lakin nədənsə onları deyil, məclisdə olmayan cəbhəçiləri tutdular. Əliyevin çağırışından sonra bir neçə günün ərzində 40 nəfərə yaxın AXCP üzvü həbs olundu.
Sonradan 17 nəfər fəal haqqında cinayət işi, kütləvi ixtişaşı təşkil etmək və s. maddələrlə açıldı və onlar uzun müddətli həbsə göndərildi. Digərləri 30 günlük inzibati həbsdən sonra azad edildilər. Barəsində cinayət işi açılmış AQCP funksionerlərindən onların 5 nəfəri partiyanın ali kollegial orqanı olan AQCP rəyasət heyətinin üzvləri idi. Əli Kərimliyə qarşı, mənə qarşı ifadə almağa cəhdlər göstərdilər. AQCP funksionerlərindən rəyasət heyətinin üzvləri Fuad Qəhrəmanlı və hazırda Ramiz Mehdiyev işi ilə bağlı saxta bir ittihamla həbs edilmiş Məmməd İbrahimə qarşı irəli sürülən digər maddələrlə yanaşı dövlət hakimiyyətini zorla ələ keçirmək maddəsi də vardı. İstintaqın versiyasına görə mitingi hakimiyyəti zorla ələ keçirmək məqsədi ilə məhz Əli Kərimli təşkil etmişdi. AQCP fəallarından da bu versiyanı təsdiq etmək üçün ifadələr tələb edirdilər. Onlara deyirdilər ki, siz bitdiniz, Əli Kərimli də həbs olunacaq, AQCP də ləğv olunacaq. Hətta bir sıra deputatlar baş tutmamış dövlət çevrilişi ilə bağlı AQCP-nin ləğv edilməsini tələb edirdilər. O zaman istintaq məhz AQCP rəyasət heyətinin üzvü Fuad Qəhrəmanlıdan Əli Kərimliyə qarşı saxta ifadə almağa daha çox səy göstərirdi. Fuad Qəhrəmanlı keçmiş sədr müavini və həbs olunanların arasında ən populyar siyasətçi idi. Ona görə də istintaq çox istəyirdi ki, Fuad Qəhrəmanlıdan ifadə alsın, hakimiyyəti zorla ələ keçirmək niyyəti ilə 14 iyul 2020-ci il mitingini təşkil etməyi Fuad Qəhrəmanlıya güya Əli Kərimli tapşırıb deyə. Belə bir ifadəni Fuad Qəhrəmanlıdan almaq üçün ona ağır və amansız işgəncələr verirdilər. Hətta işgəncələr zamanı Fuad Qəhrəmanlının öldüyü barədə məlumatlar yayıldı. Bu barədə Washington Post qəzetində məlumat belə getmişdi. Lakin bu ssenarini tamamlamaq mümkün olmadı. Məhkəmə zamanı Fuad Qəhrəmanlı və Məmməd İbrahimə qarşı 270-1 maddəsi ilə irəli sürülmüş ittiham ləğv olundu. Çünki Əli Kərimli olmadan dövlət çevrilişi hökumətə bir şey vermirdi. Bununla belə həbs olunmuş 17 nəfər AQCP fəalının hər biri 4-5 il müddətinə azadlıqdan məhrum edildilər.